Aha. E, Değerli dostlar, biz ümumiyyətlə birinci hissəyə başladığımız zaman mexanika fəsli ilə qarşılaşırıq və mexanika fəslini biz bölmüşdük. Kinematika, dinamika, statika deyə. Kinematikada hərəkətin formasını öyrənirdik. Hərəkətin yaranma səbəbini nəzərə almırdıq. Dinamikada isə hərəkətin yaranma səbəbini onunla birlikdə öyrənirdik. Yəni, hərəkətin niyə sualına cavab verirdik. Amma kinematikada hərəkətin yaranma səbəbi bizə maraqlı deyildi. Sanki niyə sualına cavab vermirdik. Və bölmüşdük biz hərəkəti bərabər sürətli hərəkət, dəyişən sürətli hərəkət. Bərabər sürətli hərəkətdə də trayektoriya düz xətt olduğu zaman düz xətt bərabər sürətli hərəkət deyirdik biz buna. Və düz xəttli bərabər sürətli hərəkət buydu ki, cisim bərabər zaman fasilələrində bərabər yolları qət eləsin. Və bizim üçün burada önəmli məsələ nə idi? Düz xəttli bərabər sürətli hərəkətdə biz qısaca onun adını nə yazmışıq? Benim sessiz sönülür. Benim sesimiz gelmiyor. Benim ekran görsənmir. Müəllim, ekranınız görsənir, amma səsimiz gəlmir. Dostlar, indi səsim gəlirmi? Bəli, Bəli, müəllim. bəli. Tamam, Bəli, tamam, bəli, müəllim. tamam. Bəli. Yəqin nəsə texniki bir məsələ olub. Çalışdım ki, həll edim. Deyin görüm, indi səs gəlir və ekran görsənirmi? Bəli. Aha. Gördüyünüz kimi biz hələ ki, düz xətti bərabər sürətli hərəkətin... Ekranınız görsənmir. Ekran görsənmir. Bir dəqiqə mən onu bu dəqiqə həll edirəm. İndi baxın, zəhmət olmasa mənə bildirin ki, aradan qaldırıb. Gəlir müəllim. Bəli. Aha. Səsim də gəlirmi? Bəli, müəllim. Əla. Aha. Deməli, ekranda gördüyünüz düsturlar düz xətti bərabər sürətli hərəkətin düsturuydu. Dediyim kimi, trayektoriyanın formasına görə də əyri xətli və düz xətli olaraq da təbii ki, biz bunu bölə bilirdik. İndi digər tərəfdən düz xətli dəyişən sürətli hərəkətdə, baxın, deməli, sürət sabit qalmır, dəyişir və bu dəyişməni analiz eləmək üçün bizə nə lazım idi? Təcil deyilən bir kəmiyyət ortaya çıxırdı. Yəqin ki, bunu bilirsiniz. Bir problem yoxdur ki, ekran və səsim gəlirmi? Bəli. Təcil vektorial bir kəmiyyət idi. Aile işarə edirdik. V çıxılsın
V0 bölünsün T yazmışdıq. Hətta bunu da belə yaza bilərik. T çıxılsın T0. Yəni sürət dəyişməsinin zaman dəyişməsinə olan nisbəti delta T yaza bilərik. Vektorial cəmiyyətdir və biz zamanın başlanğıc anını, yəni T0'ı 0 qəbul etdiyimiz zaman təcilin belə bir düsturu çıxır ki, ən çox zaten biz bundan istifadə edirik. V çıx V0 bölünsün T öz növbəsində. Üzərində ox yazmağımız nəyə göstərir? Bu vektorial cəmiyyətdir. Ancaq biz bundan proyeksiya aldığımız zaman onda biz cəmiyyətin ayağına bir x yazmalıyıq. X nəyə göstərirdi? Hərəkət x oxuna görə proyeksiyalanır. Onda Vx çıxılsın V0x bölünsün T yazırdıq. T'nin ayağına bunu yazmağa ehtiyac yoxdur, çünki bu skalyar cəmiyyətdir. Təcilin vahidi nədir? Bu, deməli, metr bölünsün saniyə kvadratdır. Və salam. Aha. Deməli, əziz dostlar, burada təcilin yarana bilməsi üçün nə lazımdır bizə? Başlanğıc sürət və bir son sürət lazımdır. İndi başlanğıc sürəti 0 qəbul etdiyimiz zaman, yəni V0 bərabər 0 olanda təcil AX nəyə bərabər olur? Vx bölünsün T'yə bərabər olur. İndi gəlin biz bu düsturların fonunda ümumiyyətlə son surətin düsturunu tapaq. Yəni Vx-in düsturunu tapaq. Vx bərabərdir. Bunu tapmaq üçün, baxın bura müraciət eləməliyəm. Onda nə olacaq? Hər tərəfi T'yə vurduğum zaman V0x vurulsun T. Daha doğrusu üzr istəyirəm. V0x üstə gəlinsin. AX vurulsun T. Bu da gördüyünüz kimi son surət tənliyidir. Təbii ki, burada müsbət mənfi də ola bilər. Ona görə bunun ümumi halını belə yaza bilərəm sizin üçün. Vx bərabərdir. Plus minus. V0x plus minus. AX vurulsun T. Burada müsbət mənfi bizim köməyimizə çox gələcək. Harda? Bərabər yavaşlayan və bərabər yeyinləşəni təyin eləmək üçün. İndi, ümumiyyətlə, biz bunu özümüz üçün də anlasaq, hər şeyi bir kənara qoyub özümüz üçün anlasaq, hərəkətin bərabər yavaşlayan ola bilməsi üçün mütləq ki, bir başlanğıc sürət olmalıdır, deyilmi? Başlanğıc sürəti olmayan bir cəmiyyət necə azala bilər ki? Hələ bu sürətdirsə. Bu arada sürətin vahidi nədir? Metr bölünsün saniyədir. Aha, indi baxın, biz burada qayda vermişdik. İndi mən onu bura uzun-uzun yazmaq istəmirəm, çünki vaxtı üçün göndərmişik bu qeydləri. Başlanğıc sürət V0 müsbətdirsə, hərəkət x ox istiqamətindədir. V0 mənfidirsə, x oxunun əksinədir. Səsim gəlirmi? Problem yoxdur ki, nəsə? Gəlir müəllim, gəlir. Əla. V0-dan A, yəni bu düstura görə V0-dan təcil, V0-dan A eyni işarə əldirsə, hərəkət bərabər yeyinləşən, V0-dan A əks işarə əldirsə, hərəkət bərabər yavaşlayan olur. Bunları zaten nümunələrlə görəcəksiniz. Məsələn, tutalım ki, belə yazaq bura. Vx bərabərdir. Mənfi 2 üstə gəlinsin. 4 vurulsun T. Bu tənliyə görə burada V0 mənfi 2-dir. Təcil, yəni AX nədir? Müsbət 4-dür. V0 mənfidirsə, deməli bu hərəkət x oxunun əksinədir. Gəlin baxın bura qeyd eləyək. X oxunun əksinədir. Gəlin bunu bura yazaq. X oxunun əksinədir. Amma təcil müsbətdir, V0 mənfidir. Deməli, hərəkət bərabər yavaşlayandır. Bərabər yavaşlayan niyə deyilir? Çünki təcil sabit qalır. Digər tərəfdən, baxın, gəlin onu bura qeyd eləyək. Sürət sabit qalarsa əgər, yəni sürət sabit qalarsa, onda təcil nəyə bərabər olacaqdır? Sıfıra. Çünki təcil üçün önəmli olan sürətin dəyişməyidir. Sabit qalırsa olmayacaqdır. Bərabər təcil hərəkətdə isə A vektor sabit qalır. Yəni təcilin qiyməti və istiqaməti sabit qalır. Gör nə gözəl simmetriya ortaya çıxdı. Bərabər sürət hərəkətdə V sabit qalır. Bərabər təcil hərəkətdə isə təcil sabit qalır. Qiyməti və istiqaməti. Əla. İndi biz burada davam eləyəs olsaq, nümunələri istədiyimiz qədər uzada bilərik. Məsələn, V0 mənfi A müsbət, A mənfi V0 müsbət və s. və ilə axır. Ancaq V0-ın 0 olduğu hala baxsaq, onda V-nin düsturu nəyə bərabər olur? A vurulsun T-yə. Hətta bura gəl indeksini x yazaq. Baxın, bu hərəkətdə heç vaxt bərabər yavaşlayan ola bilməz.
bütün növləri istəyir burada A mənfi olsun, istəyir müsbət olsun. Bu hərəkətin bütün növləri necə olacaqdır? Bərabər yeyinləşən. Düzdürmü uşaqlar? Çünki V0 sıfırdırsa bu sükunət halıdır. Yəni sükunət halından yavaşımaq mümkün deyil. Vəssalam. İndi gəlin biz nəzər salaq nəyə? Düzxətli bərabər sürətli hərəkəti bir daha bura qeyd eləyək. Düzxətli bərabər sürətli hərəkətdə. Biz yer dəyişmə tapmalıyıq və yer dəyişmənin ən ümumi düsturu əslində nədir? Əgər hərəkət x oxu üzrə baş veribsə, onda sx bərabərdir. Son koordinat x çıxılsın başlanğıc koordinat. Yox, hərəkət y oxu üzrə baş verirsə, onda sy nəyə bərabərdir? Y çıxılsın y sıfıra. Və biz burada düzxətli bərabər sürətli hərəkətdə son koordinat x-in düsturunu tapırıq. Olur x0 üstə gəlinsin, vx vurulsun t. Yenə sən təbii ki, bunun qabağına müsbət mənfi, burada müsbət mənfi qoya bilərsən, bu öz növbəsində doğrudur. Və əgər başlanğıc koordinat x0 sıfıra bərabər olsa, burada x0-ın yenə 0 yazdığın zaman x bərabər olur nəyə? Müsbət mənfi vx vurulsun t-yə ki, bu zaten yer dəyişmənin düsturuna gəlib çıxır. Əslində burada maraqlı nüans nədir? Bunu anlasanız bütün testlərdə bu sizə rahatsızlıq eləyəcək. Başlanğıc koordinat x0-ı sıfıra bərabər etdiyin zaman zaten yer dəyişmə sx son koordinat x-ə bərabər olur. Bunu birazdan yenə görərik. Ancaq bərabər təcil hərəkətdə belə deyil. Bərabər təcil hərəkətdə yer dəyişmənin düsturu, yəni sx bərabərdir. Birinci düsturumuz v0x üstə gəlinsin vx bölünsün 2 vurulsun t'dir. Gənclər, bura qədər hər şey qaydasında səs və görüntü normaldırmı? Tez-tez soruşuram ki, problem varsa tez aradan qaldıraq. Hər Bəli, şey bəli, aydındır. bəli. Bəli. Əla. Birinci düsturumuz budur. Daha sonra biz vx-in yerinə müəyyən düsturlar yazmaqla bunu əldə edirik. v0x vur t üstə gəlinsin ax t kvadratı bölünsün 2. Yenə deyirəm, sən bura müsbət mənfini əlavə eləyə bilərsən. Burada heç bir problem yoxdur. Daha sonra yer dəyişmənin, yəni sx-in digər bir düsturu var. Çox istifadə etdiyimiz düsturlardan biridir. Vx kvadratı çıxılsın v0x kvadratı bölünsün 2ax. İndi sən buradan istədiyin qədər düsturları özün digər düsturları əvəz eləyə bilərsən. Burada heç bir problem olmayacaq. Sadəcə sən nəyə bilməlisən? Burada ən çox bizim istifadə etdiyimiz düstur, baxın, fikir verirsinizsə, qrafikləri falan qurmaqda da ən çox istifadə etdiyimiz düstur budur. v0xt üstə gəlinsin ax t kvadratı bölünsün 2-dir. Çünki burada həm v0 var, həm də a var. Və yuxarıda dediyimiz qayda burada da keçərlidir. Nədir bu qayda? V0 müsbətdirsə, hərəkət x oxu istiqamətindədir. V0 mənfidirsə, hərəkət x oxunun əksinədir. Və V0 ilə A-nın hər ikisi burada iştirak edir deyə, siz V0 ilə A-nın işarəsinə baxaraq yeyinləşən və yavaşlayan olduğunu hərəkətin rahat təyin edə bilərsiniz. İndi, gəlin məsələn, buna bir nümunə yazmağa çalışaq. X bərabərdir. Məsələn, 4t çıxılsın 2t'nin kvadratı. Bu nümunəyə baxdığım zaman t'nin qabağında duran əmsal v0x-i göstərir, yəni 4-dür. Ancaq təcil burada ax mənfi 2 deyil. Səbəb burada bəllidir. Çünki burada fikir verirsinizsə, bu 2-yə bölünüb bura yazılıb. Onda siz bunu 2-yə vurub yazmalısınız. Yəni, mənfi 2-ni 2-yə vurduğum zaman mənfi 4 etdi. İndi fikir verir, V0 müsbətdir. Deməli, hərəkət x oxu istiqamətindədir. Amma təcil də mənfi olduğuna görə hərəkət x oxu istiqamətində bərabər yavaşlayandır. Və fikir versəniz, V0 x-in 0-a bərabər olduğu qiyməti gətirib yerinə yazsaq, onda sx-in belə bir düsturu ortaya çıxır. Nədir bu? Eləcə ax t kvadratı bölünsün 2. Burada diqqətinizi nə çəkməlidir? Rahatçılıq naminə deyirəm. Bərabər sürətli hərəkətdə fikir ver. T'nin əmsalı 1-dir. Dərəcəsi 1-dir, üzr istəyirəm, əmsal dedim. Fikir ver, koordinat tənliyində dərəcə 1-dir. Amma bərabər təcilli hərəkətdə isə fikir ver, dərəcə burada
yer dəyişmədə dərəcə kvadratdandır. Yəni sən bunu bununla da ayırd eləyə bilərsən çox rahat. Digər nüansa gəlin nəzər yetirək və yavaş-yavaş bu bölməni yekunlaşdıracağıq. Burada bərabər yeyinləşən hərəkətdə bir problem yoxdur. Bərabər yavaşlayan hərəkətdə isə tormuz yolu, tormuz müddət dediyimiz bir düstur ortaya çıxır. Yəni o olur modulda V0 bölünsün A. Bir də tormuz yolu dediyimiz S tormuz ortaya çıxır. Hansı ki onun da düsturu V0 kvadrat bölünsün modulda 2A'dır. Bir də n'inci saniyə dediyimiz bir gedilən yolun düsturu var. S-n'dən işarət etdiyimiz A vurulsun 2n çıx 1 bölünsün 2 düsturu var. Təbii ki, burada başlanğıc sürət V0 sıfıra bərabərdir. N'inci saniyə dediyimiz zaman zaten bu testlərdə aydın olur. Ancaq təcili verir və səndən gedilən yolu soruşur. Yəni C-C-C dediyimiz burada ortaya çıxır da. İkinci, üçüncü, dördüncü, beşinci və s. və ilə axır eninci. Və salam. Problem var nəsə burada əziz dostlar? Səsin və görüntü qaydasındadırmı? Hər şey qaydasındadır. Sual var nəsə burada? Xeyr müəllim. Aha. İndi hərəkətin fikir verirsinizsə kinematik təsviri elə burada ortaya çıxır. Hərəkətin kinematik təsviri. Və biz çalışırıq ki, burada kinematika tənliklərini yazaq, hərəkətin özünü anlamağa. İndi sonuncu olaraq burada koordinat tənliyi yazsaq, baxın bunu istəyirəm sizə göstərim ki, tam ürəyiniz olsun və biləsiniz ki, burada heç bir əzbər bir məsələ yoxdur. Baxın, hərəkət x ox üzrə baş verirsə, sx bərabərdir, x çıxılsın x sıfıra. Burada x son koordinatdır. Buradan x-i tapsam x nəyə bərabər olacaq? x0 attım bərabərin sol tərəfinə oldu müsbət. x0 üstə gəlinsin s x-ə. Yəni buradan artıq hər şey gün kimi ortadadır ki, sən yer dəyişmənin düsturlarını gətir yerinə yaz və beləcə x-in düsturunu tap. Bizim də ən məşhur düsturumuz yuxarıda var deyə, onu gətirib burada yerinə yazanda x bərabər olur. x0 üstə gəlinsin v0 x t üstə gəlinsin a x t kvadratı bölünsün 2. Yenə deyirəm, rahatçılıq naminə sən buranı müsbət mənfi qəbul edə bilərsən. Deməli, yer dəyişmə ilə koordinat arasında bir x0-lıq fərq var. Hansı ki, bax, mən zaten burada sənə onu göstərmək istəmişdim, fikir ver. Başlanğıc koordinat 0 olarsa, elə yer dəyişmə koordinatın özünə bərabərdir. Və sən bir daha onu burada normal, bariz şəkildə görmüş olursunuz. Hesab edirəm ki, bununla artıq biz bütün kinematika suallarına cavab verə bilərik və təbii ki, sən hərəkətin kinematik tənliklərini düzgün yazarsansa heç bir problemin olmayacaqdır. Daha sonra bizi qarşılayır əyri xətli bərabər sürətli hərəkət. Yəni biz buna qısaca nə demişdik? Əyri xətli hərəkətin ən sadə növü çevrə üzrə hərəkət idi ki, biz bununla bölmələrdə, suallarda qarşılaşırdıq. Çevrə üzrə hərəkətdə, baxın onu bura qeyd eləsəm, çox qısa şəkildə çevrə üzrə, baxın onu bura yazaq, bərabər sürətli hərəkət. Bərabər sürətli hərəkət. Bərabər sürətli hərəkət. Baxın, çevrə üzrə bərabər sürətli hərəkətdə birinci nəyi bil? Modulda V sabit qalır. Modulda V bərabər sabit. Nə deməkdir bu? Çevrə üzrə hərəkətdə sürətin qiyməti sabitdir. İstiqaməti hər an dəyişir. Hətta istiqamətini də bilirik ki, çevrəyə çəkilən toxunandır. Ancaq burada birinci bizi nə qarşılayır? Baxın, birinci bizə lazım olan əsas düsturları bura yazaq. Məsələn, period bilməliyik. Period T ilə işarə olunur, bərabərdir. Kiçik T bölünsün böyük N. Bir tam dövrə sərf olunan zamandır. Bizi qarşılayır dövrətmə tezliyi kiçik n, onun düsturu böyük n bölünsün kiçik t'dir. Dövrətmə tezliyi nədir? Bir saniyədəki dövrlərin sayıdır, fikir verdinizsə. Və burada bu ikisinə baxdığım zaman ortaya bir düstur çıxır ki, periyodla tezlik tərs asılıdır. T bərabər 1 bölünsün n'dir. Həmçinin tezlik də bərabərdir, 1 bölünsün t'yədir. Vəssalam, bunun detalları haqqında da uzun zaten biz danışa bilərik. Növbət dərs istəsəniz lap bundan da ətraflı danışmaq olar. Çünki burada nə var? Əslində danışmalı bir şey yoxdur. Saatın periodudur, saniyə əqrəbinin periodudur. Zaten bunlar əzbər məsələlərdir də. İndi bizi burada nə qarşılayır? Birinci qarşılayır bizi burada
dönmə bucağı. Fi dediyimiz kəmiyyət bu qövsün uzunluğunun radiusa nisbətidir və fi'nin vahidi nədir? 1 radiandır. Buradan qövsün uzunluğu R'i tapdığım zaman L nəyə bərabər olur? Fi vurulsun R'ə. Bax, bu durdu burada öz yerində. Daha sonra bizi nə qarşılayır? Bucaq sürəti, yəni omega dediyimiz kəmiyyət. Omega dönmə bucağının delta fi'nin zamana delta t'yə nisbətidir. Və biz bunun bütün qiymətlərini sıfırdan qəbul etdiyimiz zaman omega bərabər olur. Fi bölünsün t'yə. Onda omeganın vahidi nədir? Radian bölünsün saniyədir. Və buradan biz fi'ni tapdığımız zaman fi bərabər olur. Omega vurulsun t'yə. Hətta biz bunu burada çox sadə bir şəkil üzərində göstərə bilsək, yəni burada biz bir çevrə götürürsək, hansı ki çevrədən başqa hər şey oxşadır. Gəlin burada bir çevrə götürək. Fikir verirsinizsə, burada bir radius olsun, R radiusu olsun. Bu radius saat əqrəb üzrə fırlandığını iddia edək. Yəni bu istiqamət fırlanır. Baxın, bu qövsü, baxın bu L qövsünü cızır və bu zaman burada bir fi bucağı ortaya çıxır. Bax, biz bununla danışalım. Vəssalam. İndi omeganın da düsturu nədir? Fi bölünsün t'dir. İndi burada digər bilməli olduğun ən vacib məsələlərdən biri nədir? Söhbət burada gedir, gənclər, tam dövrdən. Bəli, tam dövr. Tam dövr o deməkdir ki, cisim çevrəni tam fırlanıb. Yəni dönmə bucağı fi bərabər 2pi'yə, yəni 360 dərəcəyə. Və tam dövr olduğu zaman kiçik t böyük t ilə əvəz oluna bilir. Onda biz bunu omegada nəzərə aldığında belə bir düstur ortaya çıxır. Omeganın düsturu nə idi? Fi böl t. Sən fi'nin yerinə 2pi yaz, kiçik t'nin yerinə böyük t yaz. 2pi bölünsün t düsturu ortaya çıxdı. Bəli. Onda 1 bölünsün t'də balaca n-ə bərabərdir deyə 2pi n düsturunu əldə edirsən. Bu da olur nə? Tam dövrdəki tezlik. 2pi'lik tezlik. Təbii ki, bunun da vahidi 1 bölünsün saniyədir. Tezliyin vahidi 1 böl saniyədir. Hesab edirəm ki, burada bir problem yoxdur. Daha sonra da bizi burada qarşılayır xətti sürət, V dediyimiz kəmiyyət. Bu da çox rahatdır. L bölünsün T'dir. Buradan niyə narahat olursunuz ki? İndi baxın, gəlin V tapaq. V bərabərdir. Çevrə üzrə hərəkətdə gedilən yol 2pi-r'dir və kiçik t'nin də yerinə böyük t yazaraq V-nin ilk düsturunu əldə etdim. Nə qəşəng. Buradan V bərabərdir. İndi fikir ver. Burada 2pi bölünsün t omegadır. Burada da 2pi böl t var. Onda 2pi böl t'nin yerinə omega r yazam. Omega vurulsun r düsturu ortaya çıxır. Həmçinin omeganın digər düsturu 2pi-n'dir. Onu gətirib yerinə yazdığım zaman nə ortaya çıxır? 2pi-n vurulsun r ortaya çıxmış olur. İndi sən buradan özün üçün təkrar da belə eləsəniz daha faydalı olacaqdır. Məsələn, siz V-nin bu düsturun gördün burada, omega ilə gördün, bəli. Onda sən omeganı buradan tapsan, omega bərabər olacaq. V bölünsün r-ə. Bax, düstur çıxdı. Düsturların sayı çox deyil. Sadəcə bir-birlərindən çıxanda biraz çox görsənir. Amma qətiyyən elə deyil. Və burada sürətlə bağlı məsələ nə idi? Dedik ki, sürət çevrəyə çəkilən toxunan boyunca yönəlir. Məsələn, burada bir A nöqtəsi olsa, sən çevrəyə belə bir toxunan çəkməlisən. Gördünüzmü? Baxın, bu nöqtədə. İndi saat əqrəbində fırlanır deyə belədir də. Məsələn, bu nöqtəni götürsək, ora bir toxunan çəksəniz, baxın, bu istiqamətdə olacaqdır gənclər. Və s. və ilə. Saat əqrəbinin əksi olsa, bu oxları əksinə çəkəcəksiniz. Daha sonra burada bizi qarşılayır təcil, mərkəzə qaçma təcili. Ən məşhur düsturu nədir bunun? V kvadratı bölünsün R. V-nin də yerinə omega R-i yazanda L-lər ixtisar gedir. Nə qalır burada? Omega kvadratı R. Və təcilin digər maraqlı düsturu nə oldu? Omega vurulsun V düsturu var. İndi mən çox uzatmayayım. Nəyə görə deyirəm çox uzatmayayım? Omeganın 2pi böl t, 2pi-ni gətirib burada yerinə yazaraq sən en qədər düstur ola bilərsən. Artıq bunlar törəmə düsturlardır. Bunlar haqqında çox danışmağa mən hesab edirəm ki, ehtiyac yoxdur. Bura qədər hər şey qaydasındadırmı? Nəsə bir sualınız varmı? Xeyr, müəllim, aydındır. Aha, səs və görüntü qaydasında gəlirmi? Bəli, bəli. Əla. İndi məsələ nədir? Çevrə üzrə hərəkətdə biz dedik ki, təcil hara yönəlir? Təbii ki, mərkəzə yönəlir adı üzərində. Mərkəzə qaçma təcilidir. Aha, indi burada bizə lazım olan məsələlərdən biri nədir? Çevrə üzrə hərəkətdə 4də 1,
4-də 2, 4-də 3 və tam periodda yol və yer dəyişmə tapmaq. Gəlin bunun bir neçə dənəsini göstərək. Məsələn, T bərabərdir 4-də 1 T-yə, yəni periodun 4-də 1-i. Bu zaman yol tapmaq istəyirsənsə, çox rahatdır. Tam gedilən yol 2 pi-dir. Əgər onun 4-də 1 mislini gedibsə, 2 pi-yi 4-də 1-ə vurursan, 2-lər getdi və beləcə gedilən yol nəyə bərabər oldu? Pi-r bölünsün 2-yə. Ancaq 4-də 1-də S yer dəyişməsi bərabərdir R kök altında 2-yə. Bu hardan çıxır? Bunu da göstərmək üçün tam diqqətlə bura baxsanız, zaten bunu görəcəksiniz. Deməli, burada bir çevrə götürsək, zaten hamısını göstərməyə ehtiyac duymuram. Birini anlasaq, məncə hamısı gedəcək. Tutalım ki, bu çevrə üzrə hərəkətdə cisim bax belə saat əqrəbinin əksinə fırlansın. Saat əqrəbinin əksinə fırlananda biz bunu belə bölsək 4 yerə. Bura tam perioddur, yəni 4-də 4-dür. Onda T bərabərdir 4-də 1 bura düşəcəkdir. Onda bura bunun yarısı olacaqdır. 4-də 2-si. Bunlar ixtisar geçsənə qalacaq. 2-də 1 T. Onda bu tərəf nəyə bərabər olacaq? T bərabər 4-də 3 T-yə bərabər olacaq. İndi gəlin yer dəyişməni tapaq. Baxın, bunlar təbii ki, radiuslardır. Buna şübhə yoxdur. Cisim əvvəlcə bu nöqtədə idi. Daha sonra gəldi 4-də 1-ə. Yer dəyişmənin tərifi nədir ki? Başlanğıcdan sonu birləşdirən istiqamətlənmiş düz xətt parçası. Bax, başlanğıcdan sonu birləşdirdim. Bax, gördünmü? S yer dəyişmə vektoru. İndi bura 90 dərəcədir. Bəli, R. Onda S nəyə bərabər oldu? R kök altında 2-yə. Ümumiyyətlə, fikir versəniz, 4-də 3-də də yer dəyişmə eyni olur. Gəlin düz xəttdən göstərək bunu. 4-də 3-də də yer dəyişmə eynidir. Düz xəttdən başqa hər şey çəkdik. Deməli, 4-də 3-də də bax, bu beləcənə eyni olmuş olur. 90 dərəcə təbii ki, öz növbəsində özünü göstərir. Yəni, 4-də 3-də də S yer dəyişmə R kök altında 2-dir. Amma sən T bərabərdir 4-də 3-də yol tapmaq istəyirsənsə, qayda eynidir. 2 pi R-i nəyə vuracaqsan? 4-də 3-ə vuracaqsan. 4-də 3 T-yə vuracaqsan. T-ni yazmağa da ehtiyac yoxdur. 2-lər burada ixtisar geçsə, gedilən yol nə olacaq? 3 pi R bölünsün 2-yə bərabər olacaqdır. Beləcə gördüyünüz kimi, istənilən məsələni burada tapa bilərsiniz. Təbii ki, CV-də qayışlı ötürmə var idi. Qayışlı ötürmədə bilməlisiniz ki, sürətlər və gedilən yollar bərabər olur. Və qayışlı ötürmədə biz demişdik ki, kiçik radiusa malik çevrənin kəmiyyətləri böyük radiusa malik çevrənin kəmiyyətlərindən böyük olur və bir dənə səhv eləmirəmsə perioddan başqa. Hətta biz bunu nisbətlə yazanda belə görsənirdi də. Fikir versəniz, qayışlı ötürmədə, məsələn biz deyirik ki, hətta gəlin onu bax, bura bir qeyd kimi yazaq, burada bir yer var. Şimdi bura yazsaq biz qayışlı ötürmə. Onu bura yazaq, qayışlı ötürmə. Çünki digəri asandır da, o fırlanan bərk cisim asandır. Orada hər şey görsənir. Məsələn, biz qayışlı ötürmədə yazırıq ki, sürətlər bir-birinə bərabərdir. Aha, lap gözəl. İndi sən sürətin düsturunu bilirsən deyə, yuxarıda var, bax, 2 pi-dir. Sadəcə problem budur ki, tənbəllik eləmək lazım deyil. V1-in yerinə yazsaq 2 pi, N1, R1, bərabər olsa V2-nin yerinə yazsaq 2 pi, N2, R2. Fikir ver, 2 pi-lər getsə, burada nə qaldı? N1, R1 bərabər oldu N2, R2-yə. Buradan da görsənir ki, tezliklə radius tərs mütənasibdir. Yəni, M1 bölü R2, N2 üzr istəyirəm, R2 bölünsün R1-ə bərabərdir. Amma tezliklə radius tərs asılıdırsa, period da tezliklə tərs asılıdırsa, deməli, periodla radius düz asılılıq göstərəcəkdir. R2 bölünsün R1-i yaza bilərsiniz. İndi, təbii ki, burada dövrlərin sayıdır, omeqadır, hamısı radiusdan tərs asılıdır və rahat yadda saxlaya bilərsiniz deyə xatırlayırsınızsa demişdik ki, kiçik diskin, yəni kiçik çarxın kəmiyyətlərinin hamısı böyük çarxdan böyük olur. Sadəcə perioddan başqa indi elə yadda saxlamaq istəyirsən, elə saxla, ya da ki, düsturu yaz, hazır buradan hər şeyi gör. Gənclər, bura qədər ağlınızda ilişən bir məsələ varmı? Nəsə bir sual varmı? Mən kömək eləyim mi? Hər şey qaydasında davam eləyək. Eləyəm mən. Sağ ol, çox sağ ol rəy bildirdiyiniz üçün. Başqa var mı dostlardan? Nəsə ilişdiyiniz və ya anlamadığınız bir məqam var mı?
Hər şey qaydasında kömək olurmu bu təkrarın? Gəlməli. Gəlməli. Bəli. Aha. Çevrə üzrə hərəkət haqqında düşünürəm ki, bu ana məlumatlar bizə bəhs edir ki, müəyyən məsələlər, bir çox məsələləri çox rahatçılıqla həll eləyək. Dediyim kimi, çalışdıqdan sonra əldə etməyəcəyiniz heç nə yoxdur. İndi bizə daha sonra hansı mövzu gəlir? Biz keçirik dinamikanın əsaslarına, yəni Newton qanunları deyə bizə bu qarşımıza çıxır. Biz xatırlayırsınızsa hərəkəti bölmüşdük. Demişdik ki, kinematika var, dinamika var, statika var. Kinematika hərəkətin yaranma səbəbini araşdırmırdı, amma dinamika hərəkətin yaranma səbəbini araşdırırdı və dinamikanın əsasları Newton qanunları idi. Yenə deyirəm, çox vaxt getməsin deyə Newtonun birinci qanununu bura sözlə yazmağa ehtiyac yoxdur. Amma belə deyə bilərik ki, Newtonun birinci qanunu ətalət hesablama sistemlərində ödənir. Yəni, Newtonun birinci qanunu təcilsiz sistemlər üçün keçərlidir. Təcilsiz nə deməkdir? Ya bu sistem sükunətdə olsun, ya da düz xətli, bərabər, sürətli hərəkət eləsin. Bəli, bəli. Newtonun birinci qanunu nə deyir bizə? Çox məntiqlidir və yadda saxlamaq məncə rahatdır. Deyir ki, cismə qüvvələr təsir etmədikdə və ya ona edilən təsirlər bir-birini tarazlaşdırdıqda bu cisim ya sükunətdə qalar, ya da düz xətli, bərabər, sürətli hərəkət edər. Bundan məntiqlisi nə olsun? Və Newtonun birinci qanununun ödəndiyi sistemlər inersial və ya ətalət hesablama sistemləri idi ki, adama sual verərlər, ətalət hesablama sistemi nədir? Yerə nəzərən sükunətdə olan və ya düz xətli, bərabər, sürətli hərəkət edən sistem. Burada digər maraqlı məsələ nədir? Düz xətli, bərabər, sürətli hərəkət edən sistemi deyirik, amma testlərdə bəzən düz xət olmayıb da bərabər sürət deyilən cavab variantlarını götürür uşaqlar. Bu tamamilə yanlışdır. Baxın, təriflərə, teoremlərə lütfən diqqət edin. Ətalət hesablama sistemində demir bərabər sürətli hərəkət, deyir ki, düz xətli, bərabər sürətli hərəkət. Sən buna diqqət eləməsən, testdə cavab səhv çıxacaqdır. Və salam. Və biz Newtonun birinci qanununda tanış oluruq kütlə adlanan bir kəmiyyətlə. Bəli, işarəsi M, vahidi kiloqram, özü skalyar, hər zaman müsbət. Görünə gözəl ardıcıllıqla getdi. Dərsə baxın. Bəli. İndi qulaq asın. Artıq səsi lütfən bağlayaq. İndi baxın gənclər. Nədir məsələ? Kütləni biz burada öyrənirik. Gəlin bunu bura yazaq. Dinamika bölməsi olduğu bilinsin. Gəlin yazaq bunu bura. Dinamika. Kitabda necə gedir? Dinamikanın əsasları. Dinamika. Təbii ki, bu bizə təklif olunur Newton qanunları. Newtonun birinci qanununda biz öyrənirik kütləni M bərabərdir. Rho vurulsun V-ni öyrənirik və fikir verin bu bizə nə qədər lazım olur. Burada rho sıxlıq, V həcmdir. Kütlənin vahidi kiloqramdır, skalyardır və hər zaman müsbətdir. Qollu tərəzidən ölçə bilərsiniz. İndi söhbət burada kürədən gedirsə, onda sən rho vurulsun kürənin həcminin yerinə 3də 4 pi R kub ifadəsini yaza bilərsən. Yox, söhbət kubdan gedirsə, onda sən M bərabərdir. Rho vurulsun, tili A olan bir kubun həcmini gətirib yerinə yaza bilərsən. Bu öz növbəsində. Və indi gəlin kütləyə bir tərif verək. Kütlə nədir? Ətalət dediyimiz kəmiyyəti xarakterizə edən bir məfhumdur. Yəni kütləsi böyük olanın ətaləti böyük olur. Ətalət nədir? Cismin öz əldəki hərəkət halını qoruyub saxlaması hadisəsidir. Bəzən uşaqlar düşünürlər ki, ətalət dediyimiz kəmiyyət sonradan cisimdə yaranır. Qətiyyən. Cisimdə bu, cisim ortaya çıxdığı zaman zaten var. Yəni bu bir kəmiyyət deyil, bu bir keyfiyyətdir. Cisimlər, maddələr, hər şey ətalətlə var olurlar. Yəni bu yaranışdan gələn bir qayə kimi düşünə bilərsiniz. Vəssalam. İndi birinci qanunu qoyduq bir qırağa. Bizim işimiz əsasən ikinci qanundandır. Ona görə ki, hərəkət tənliklərini yazacağıq. Bir cisim bərabər yeyinləşir. Niyə? Bax onun niyəsi buradadır. Davam edək. İndi Newtonun ikinci qanunu bizə təklif edir ki, cismin hərəkət təcili A, ona təsir eləyən əvəzləyici qüvvə ilə, artıq da qüvvə deməyə bilərəm, çünki qüvvənin olduğunu bilirik, əvəzləyici qüvvə ilə düz asılıdır, kütlə ilə tərs asılıdır. Və biz buradan əvəzləyici qüvvəni tapdığımız zaman, vektorialdır qüvvə bilirsiniz, vahidi Newtondur, bərabərdir, M vurulsun A-ya, fikir və kütlə skalyardır, oxa qoymağa ehtiyac qalmadı. Və biz qüvvənin vahidini bilirik ki, Newtonun şərəfinə 1 Newton adlandırılıbdır.
və bunu əsas vahidlərlə göstərsək nə olacaqdır? Kiloqram vurulsun metr bölünsün saniyənin kvadratı. Və təbii ki, qüvvənin ölçən cihazı dinamometrdir. İş prinsipi də hukuk qanununa əsaslanır. İndi gəlin bunu bir özümüz üçün daha da dəqiqləşdirək. Baxın, təcillə qüvvə belə daha doğrusu deyək, təcili yaradan səbəb qüvvədir və kinematikadakı o yarımçıq qalan niyə sualının cavabı qüvvədə gizlidir. Yəni, cismin hərəkəti yeyinləşəndir. Yəni, sürəti get-gedə artır. Bəli, səbəb ona hərəkət istiqamətində bir qüvvə təsir göstərir. Əlasan. Cismin hərəkət sürəti get-gedə azalır. Niyə? Ona hərəkətinin əksinə bir qüvvə təsir göstərir. Məsələn, sürtünmə qüvvəsi. Məsələn, havanın müqavimət qüvvəsi, məsələn, suyun müqavimət qüvvəsi, yəni mühitin müqavimət qüvvəsi hərəkətin əksinə yönələn qüvvələr. İndi sən əvəzləyici qüvvəni burada hamısını yazası olsan, onda gərək biz digər bütün bölmələrə keçid eləyək, bir-bir qüvvələri öyrənək. Bu biraz uzun gedəcək. İndi gör mən nə eləmək istəyirəm burada. Bizim qüvvələrlə tanış olduğumuz ərəfədə gəlin görək biz hələ hansı qüvvələrdən söhbət eləmişik? Baxın, oxun qabağını hələ ki boş buraxıram və buraya yazıram. Biz öyrəndik ağırlıq qüvvəsini. Gəlin bir təkrarlayaq. Görək hələ biz nələr öyrənmişik? F ağırlıq. Gəlin vektorları yazım. Unutsam üzürlü sayın, çünki qüvvə vektorialdır. mg. Sonra biz öyrəndik Newtonda ümumdünya cazibə qanununda gravitasiya, yəni cazibə qüvvəsini F bərabərdir. J vurulsun M1 M2 bölünsün R kvadrat. Baxın, bu hissəni çox bəyənəcəksiniz, diqqətdən qulaq asın. Bura qədər sıxılmışsınızsa, indi daha maraqlı olacaq. F bərabər J vurulsun M1 M2 bölünsün R kvadrat. Əla. Daha sonra biz öyrəndik qüvvələrdən çəki P bərabərdir mg. Aha, bunu öyrəndin. Tamam. Hətta biz dedik ki, cisim yuxarı doğru dayaqla birlikdə gedirsə, onun çəkisi P bərabər olur. M vurulsun J üstə gəlinsin A-ya. Yox, cisim dayaqla birlikdə şaqula aşağı doğru gedirsə, çəki P bərabər olur. M vurulsun J çıxılsın A-ya. Əla. Daha sonra sən öyrəndin T gəlinmə qüvvəsini ki, o şəklə görə dəyişirdi, amma gəl hələ ki biz ona bir mg deyək. Bilirsiniz ki, T gəlinmə qüvvəsi ipdə yaranır. Əla, bu da dursun burada. Daha sonra biz öyrəndik sürtünmə qüvvəsini. Sürtünmə qüvvəsinin düsturu nə idi? Mü, sürtünmə əmsalı vurulsun N və yadda saxlayın, biz hər zaman dərslərdə buna qarşı mübarizə aparmışıq ki, sürtünmə qüvvəsini mg demə. Mü N denən. A, N nədir burada? Reaksiya qüvvəsi. A, gör nə qədər qüvvə ilə tanış olmuşsan, nə gözəl. Əməli başda nələrsə bilirmişik. F elastiklik qüvvəsini öyrənmişik. O da K vurulsun X-dir. K səhti əmsalı X mütləq uzanma, nə gözəl. Bunları öyrəndik. Daha sonra biz nə ilə tanış olduq? Gəlin xatırlamağa çalışaq. Daha sonra bizim qarşımıza mayelərdə və qazlarda batan cismə təsir göstərən qüvvə Arximed qüvvəsi çıxdı. Rho maye, J vurulsun V batan. Əla. Bunun digər düsturları var. Yaxşı, gəl onu da yazım. F Arximed bərabərdir. Gəl bu düsturu da mən çox sevirəm. Gəlin bunu buraya yazaq. mg vurulsun Rho maye böl Rho cisim. Gənclər, səs və görüntü qaydasındadırmı? Lütfən gəlin bir onu çək eləyək. Yorulmamısınız, sıxılmamısınız ki? Xeyr. Aha, buranı məncə bəyənəcəksiniz. Baxın, görürsünüz, artıq qüvvələrlə tanışdıq, yavaş-yavaş yekunlaşır. Qulaq, F Arximed bərabər mg vurulsun Rho maye böl Rho cisim. Rho sıxlıqdır. V həcm, kiçik J nədir? Gravitasiya sayəsinin intensivliyi və ya sərbəst düşmə təcili nə öyrənindən keçirdi, amma düzgündür. İndi Arximed qüvvəsini öyrəndik, tamam. Bundan iş bitdimi? Məncə bitmədi. Mayelərdə öyrəndik. Səthi gəlinmə qüvvəsi, elə son dərsimizin mövzusu sigma L. Bərk cisimlərdə F nəyə bərabər oldu? Sigma vur S mexaniki gərginlik qüvvəsi. Sən bunları öyrəndin. Nə gözəl. İndi bunları bura yazdıq da, bəs bunu Newton 2-ci qanununda niyə bura yazdın? Newton rəhmətli, Allah ona rəhmət eləsin, deyirdi ki, əvəzləyici qüvvəni tap, sonra MA-ya bərabər elə. Tamam. Əvəzləyici qüvvəni tapmağın qaydası nə idi? Əvəzləyici qüvvəni tapmaq üçün biz ya eyni istiqamətdə olan qüvvələrə baxmalıyıq. Çünki eyni istiqamətdə olduğu zaman
əvəzləyici qüvvəni tapmaq daha rahatdır, çünki toplanır. Əks istiqamətdə olduğu zaman əvəzləyici qüvvəni eləyirik. Böyük qüvvədən kiçik qüvvəni çıxıb MA-ya bərabər eləməliyik. Yaxşı müəllim. Bəs bu qüvvələri bura yazdım, yaxşı elədim. Bəs sənin unutduğun başqa bir qüvvə varmı? 100% var. Onda gəl onu da bura qeyd eləyək. Və gəlin onda biz burada qüvvələri qeyd eləmək üçün elə bunun qarşısında çox sadə versiyada bir mail müstəvi götürək. Bəli, bəli. Mail müstəvi. Gəlin burada bir mail müstəvi qeyd eləyək. Bunu da belə burada göstərək. Və deyək ki, buranın meyl bucağı alfadır. Bura 90 dərəcədir. Nə gözəl. Və buraya bir cisim yerləşdirilib. Baxın, bura bir cisim yerləşdirilib. Daha doğrusu, gəlin cismi biraz iri çəkək ki, qüvvələri çox rahat göstərə bilək. Və iddia eləyək ki, bu cisim mail müstəvi boyunca aşağı doğru sürüşür. Nə gözəl, əlasınız. İndi baxın, gəlin qüvvələrin təbiətlərindən sizə məlumat verin. Bəh, nə gözəldir. MC ağırlıq qüvvəsi. Cisimlərin yer və ya başqa planet tərəfindən cəzb olunduğu bir qüvvədir. Tərif deyildimi? Bəli. MC ağırlıq qüvvəsi cismin mərkəzindən yerin mərkəzinə yönəlir. Tamam. Onu göstər bunu. Cismin mərkəzini qeyd elədim. Yerin mərkəzinə doğru yönəldi. Baxın bu istiqamətdə. Bura yazdım MC ağırlıq qüvvəsini. Əlasan. Sürtünmə qüvvəsi nə edir? Sürtünmə qüvvəsi hərəkətə mane olan, yəni hərəkətin əksinə yönələn qüvvədir. Əla. V haradır? Aşağı. Onda sürtünmə qüvvəsi hərəkətin əksinə olacaq. Yəni bu istiqamətdə mən bura yazdım bir F sürtünmə. Bəh. Reaksiya qüvvəsi var N. N nədir? Müstəvidən perpendikulyar istiqamətdə yönələn qüvvədir. Yəni müstəvinin səthin cismə göstərdiyi cavab atəşidir. Reaksiya qüvvəsi və müstəviyə perpendikulyardır. Bunu da göstərdim. N reaksiya, əla. Bitdi mi? Təbii ki, yox. İndi biz iddia eləmişdik, xatırlayırsınızsa ki, bura alfadırsa, bura da bir alfadır. İndi biz dedik ki, gəl qüvvələri proyeksiya ayıraq. Müəllim, axı mən proyeksiyanı mail müstəvidən qabaq görməliydim ki, mən bunu proyeksiya ayıra bilim. Yaxşı, gəl onda sözün birini qoyaq, digərinə keçək. Gəl burada bir müstəvi götürək. Burada əsəbləşməli nə var axı? Bax, burada bir müstəvi götürdük. Aha, buraya bir M kütləli cisim yerləşdirək. Tamam, yerləşdirdim. M kütləli olmağı vacibdir. Və gəlin iddia eləyək ki, bu qüvvə müəyyən bir bucaq altında təsir göstərir. Baxın belə, alfa bucaq altında. İddiamız nədən ibarətdir? Sən qüvvəni bucaq altında görəndə onu toplananlarına ayırmalısan. Yaxşı. Və rahatçılıq naminə gəlin burada çox sevdiyiniz riyaziyyat fənninizdən bildiyiniz Descartes koordinat sistemini seçək. Bura Y ox olsun, bura X ox olsun. Aha, onda mən bu istiqamətdə seçdiyim ox, həmin bu F qüvvəsinin X toplanan olsun. Yuxarı doğru seçdiyim ox isə F qüvvəsinin Y toplanan olsun. İndi gəlin biraz bunu qırıq-qırıq xəttlərlə daha səliqəli halla çatdıraq. Aha, bura 90 dərəcəni gördüm. Bu qarşı tərəf FY-dirsə, paralellik şərtindən burada FY-dir. Bəli. Aha, indi biz dedik ki, alfiya bitişən kosinüsdür. Özünü yorma. Da mən özümü yormuşam da sənin yerinə. Sən niyə yorursan ki bir də? Onda fx bərabərdir. Burada f fikir verirsənsə hipotenusdur. Yəni f'in kosinus alfa hasilidir. Fy burada qarşı katetdir deyə f'in sinus alfa hasilidir. Məncə bu başa düşüldü. İndi gəl qaydaq mail müstəviyə. Əsas söhbətdən uzaqlaşmayaq. İndi baxın gənclər, burada alfa bucağı var. Nə gözəl. Gəlin bunu ayıraq proyeksiya. Bax, buradan bir dənə belə proyeksiya çəkdim. Adı çəkə bilmədim. Baxın belə. Görək yenə çəkə biləcəyimi. Aha. Bunu belə yazaq. Bir dənə də bax, belə proyeksiya çəkdim. Aha, deyəsən indi alındı. İndi baxın bura. Görün adları nə qəşəkdir. Baxın, bu çəhra ilə göstərdiyimiz qüvvə müstəviyə necə yönəlib? Paralel. Bu göstərdiyimiz qüvvə qırmızı ilə görürsünüz. Bu müstəviyə necə yönəlib? Perpendikulyar. Elə adları da buradan gəlir. Qətiyyən özünü yorma. Buna deyirlər F paralel. Buna deyirlər F perpendikulyar. Əla. İndi fikir ver. Sən Allah gözəlliyə bax. F perpendikulyar alfiya nədir? Bitişik. Onda F perpendikulyar bərabərdir. Alfiya bitişikdir axı.
Burada hipotenuz mg'dir də fikir ver. Mg vurulsun kosinüs alfadır. Hə, f paralel onda köçürsən, bax f paralel bura düşər. Düzdürmü? F paralel bura düşər. F paralel mg'nin nə idir? Alfanın nə idir? Üzr istəyirəm. Qarşı katetidir. Onda f paralel mg'nin sinus alfasına bərabərdir. Aha. İndi tez baxıram n reaksiya qüvvəsinə. N reaksiya qüvvəsi ilə fikir ver. F paralel əks istiqamətlədirlər. Yəni bir-birini sıfırlayırlar. Onda mən yaza bilərəm ürək rahatçılığı ilə ki, n reaksiya bərabərdir. F perpendikulyara, bəli, yəni n reaksiyada mg kosinus alfaya bərabər imiş. Nə gözəl. İndi sən sürtünmə qüvvəsinin düsturunu bilirsən, 100% bilirsən. Onda F sürtünmənin gəl düsturunu yazaq. F sürtünmə bərabərdir. Mü vurulsun n, bəli. Onda sən n-i tapırsan da, bir dənə nə qaldı? Onu müyə vurmaq lazımdır. Oldu nə? Mü mg kosinus alfa. Gənclər, hər şey qaydasındadırmı? Hər şey aydındırmı? Bir sualınız varmı? Səs və görüntü hər şey normaldırmı? Bəli, müəllim. Normaldır. Aha, məncə bu keçidi bəyəndinizsə? Aha. Bəli. İndi müəyyən kosinus alfanı tapdım. Tamam. İndi bəs sürtünmə qüvvəsindən danışmağa ehtiyac varmı? 100%, çünki sürtünmə qüvvəsi və sürtünmə qüvvəsinin təsiri altında hərəkət bizim hər zaman imtahanlarda qarşılaşdığımız və bərabər təcilli, bərabər yavaşlayan, bərabər yeyinləşən hərəkətin əslində özəyi olan bir məsələdir. İndi sürtünmə qüvvəsinin düsturuna sən mün demisən. İndi gəl bunun 1-2 halına baxaq. Görək, həqiqətən biz bunu tamamlaya bilərikmi? Niyə anlamırıq ki, bizim əlimizdədir? İndi baxaq. Burada yenə bir cisim götürək, kütlə cisim götürək və burada iddia eləyək ki, bir ədəd F qüvvəsi bu istiqamətdədir. Və bu cisim təbii ki, sağa doğru hərəkət eləsin. Hə, indi bu cisim hərəkət eləyir. Bax, hələ fikir ver, dinamika tənliklərini yazmamışıq, ha, qüvvələrin təbiətlərini göstəririk. İndi sürtünmə qüvvəsinin təbiəti nədir? Hərəkətə mane olan qüvvədir. Yəni, cisim sağa doğru gedirsə, sürtünmə sol olmalıdır. Bəs, mg ağırlıq qüvvəsi nə cür yönəlir? Cismin mərkəzindən yerin mərkəzinə fikir ver. Bunu da göstərdik. Aha, nə gözəl. Və yuxarıya doğru bir n reaksiya qüvvəsi olmalıdır. Bəli, bunu da göstərdik. Əla. Bu da durdu burada. Və yenə deyirəm, sürtünmə qüvvəsinin düsturu mü vurulsun n-dir. İndi bax bura. Artıq dinamika tənliklərinə keçid eləmək lazımdır. Necə? Bax. Fikir verirsinizsə dəyərli izləyicilər, n yuxarı, mg aşağı. Bir dənə def qüvvəsi var aşağı. Yəni, dinamika tənliklərini qırağa qoysaq, Newtonun birinci qanunu deyir ki, fikir ver, bu cisim sağa doğru gedir. Yuxarı və ya aşağı doğru getmir. Deməli, bu yuxarı və ya aşağı olan qüvvələr bir-birini tarazlaşdırır. Birinci qanun, super. Bax, indi bax, bir qüvvə yuxarı, iki qüvvə aşağı. Hə, onda bir qüvvə yuxarı, iki qüvvə aşağıdırsa, n yuxarıdır deyə bərabər olmalıdır. Mg üstə gəlinsin f-ə. Bəli, fikir ver. N, f plus mg cəmini toplamını tarazlaşdırdı. Onu gətirib yerinə yazsam, f sürtünmə bərabərdir. Mü vurulsun, mg üstə gəlinsin f-ə. Fikir ver, hardan haraya gəldik, çıxdıq. Hə, indi bunları yazıq, yaxşı elədik. Bəs Newton nə deyirdi? Newton deyir ki, sistemə birdən çox qüvvə təsir etdiyi zaman əvəzləyicini tap. Əvəzləyicini tapmaq üçün də bizə rahat qaydalar verir. Deyir ki, eyni istiqamətdədirsə topla, əks istiqamətdədirsə çıx. Bir-birinə perpendikulyardırsa, kök altında kvadratları cəmin al. Yox, istənilən bir bucaqlandırsa, kök altında f1 kvadrat plus f2 kvadrat plus 2f1 f2 kosinüs alfa elə və tap. Yaxşı. Təkrar ifadə edirəm. Newton deyir ki, əvəzləyici qüvvəni tap, MA-ya bərabər elə. Yaxşı. Gəl tapaq. Elə bax bu oxun qabağından icazənizlə ən sadə halda bir variant çəkmək istəyirəm. Baxın, burada bir müstəvi götürürük. Buraya bir
M kütləli cisim yerləşdiririk. Aha, M kütləli olsun. Bu cismi sağa doğru bir dartı qüvvəsi ilə dartıram və bu cisim iddia eləyək ki, hərəkətini sağa doğru icra eləyir. Sürtünmə qüvvəsi hara yönələcək? Hərəkətin əksinə. Baxın, bunu göstərdim. Əla. İki qüvvə əks yönəlibsə, Newton deyirdi ki, lütfən bunlar bir-birindən çıx. Yaxşı. İndi mən hansından hansını çıxmalıyam? Fikir ver. Dartı böyükdür deyə cisim sağa gedib. Sürtünmə qüvvəsi böyük olsaydı, bu sola gedərdi. Onda böyük qüvvədən kiçik qüvvəni çıxırsan. Yəni, F dartı çıx. Niyə çıxırsan? Çünki əks istiqamətdədirlər. F sürtünmə. Newton deyir ki, neynə? Bunu EMA-ya bərabər elə. Bəli, artıq sən tarixdə ilk dəfə kinematika yox, dinamika tənliyi yazdın. Hərəkətin niyəsinə cavab verdin. Nə gözəl. İndi gəlin bunu bir də belə analiz eləyək. Bax, burada yerimiz var. Fərz edirik ki, təcil sıfırdır. Hə, təcilin sıfır olmaq o deməkdir ki, sürət sabit qalıb. Aha, onda bu ifadədə yerinə EMA-nın yerinə sıfır yazsaq, F dartı çıx F sürtünmə bərabər sıfır. Onda buradan F dartı nəyə bərabər oldu? F sürtünməyə bərabər oldu. Hə, yenə fikir verdinmi? Newtonun birinci qanunu ödəndi. Nə deyirdi? Cismə başqa qüvvələr təsir etmirsə və ya edilən təsirlər bir-birini tarazlaşdırırsa, bu cisim ya dayanıb, ya da düz xətli, bərabər sürətli hərəkət icra edir ki, buna şahid olduq ki, qüvvələr dartı ilə sürtünmə bir-birinə bərabər olub, sürət sabit olub. Əla, nə istəyirsən? Sonra gəl, indi vicdanla danış. Vallahi çətin deyil fizika. Bəlkə də çətindir, nə bilim, indi çox işlətmişik deyə bəlkə biz asan qalır. Bunu dərsin sonunda müzakirə edərik. Sona qalanlarla təbii ki. İndi bunları yazdıq. Bəs bunun, məsələn, mail müstəviyə bir tətbiqi varmı? Niyə yoxdur ki? Bax indi. Bu cismi aşağıya doğru, bax görsən yaxınlaşdırdım. Bu cismi aşağıya doğru dartan bir qüvvə var. Adı da F paralel. Hərəkətin əksinə hansı qüvvə var? F sürtünmə. Newton rəhmətli nə deyirdi? Böyük qüvvədən kiçik qüvvəni çıx, EMA-ya bərabər et. EMA-ya bərabər et. Düz deyirəm, yoxsa yox? Yəqin ki, mənlə razılaşarsınız da bu saatda bir-birimizə niyə səhv məlumat verək. İndi biz bunları özümüz üçün göstərdik qüvvələri və indi biz anlamalıyıq ki, görək bu qüvvələrlə mail müstəvidə necə işləyə biləcəyik. Əslində, bayaqki kimi dediyimiz çox sadə prinsipdir. Böyükdən kiçik çıx. Yəni, baxın, mail müstəvi üçün yazsaq, F paralel çıx. Bunun əksinə F sürtünmə var. Bunu bərabər edirsən EMA-ya vəssalam. Baxın, dinamik tənliyi yazdıq. İndi F paralel düsturunu bilirsən? Bəli. MG sinus alfa çıx. Sürtünmənin düsturunu bilirsən? Mu mg kosinus alfa. Mu mg kosinus alfa. Artıq verilənləri yerinə yazmaq qalıb da, başqa heç nə qalmayıb. EMA-ya. Hər tərəfi M-ə bölüb, J-nin mötərizə xaricinə çıxartdığımız zaman təcilin belə bir düsturu alınır. Deməli, hər tərəfi M-ə böldük. Nə çıxır buradan deməli? J-ni çıxartdıq mötərizənin xaricinə. Qaldı burada sinus alfa çıx mu kosinus alfa. Hətta indi burada özümüzü gəl çox yormayaq. Sürtünmə əmsalını 0 qəbul etsək, təcil A bərabər oldu. J vurulsun sinus alfaya. Deməli, mail müstəvi boyunca hərəkət bərabər təcil hərəkətdir. Təbii ki, bəzən şərtdə verir ki, sabit sürətlə sürüşür. O heç deməli təcil sıfırdır. İndi o xüsusi bir haldır. İndi aydın məsələdir ki, baxan kimi görsənir ki, bu məsafə mail müstəvinin hündürlüyüdür. Bu məsafə mail müstəvinin uzunluğudur. Onda buradan biz sinus alfanı ifadə etsək, sinus alfa nəyə bərabərdir? Mail müstəvidə qarşı katet böl hipotenus h böl l. Onu gətirib təcildə yerinə yazsaq, A bərabər olur J vurulsun, sinus alfanın yerinə h bölünsün l yaza bilərsiniz və s. və ilaxır, çünki testlərdə qarşınıza çıxa bilər. Tamam, indi bunu qoyduq bir qırağa. Hərəkət tənliyini yazdıq. İndi sürtünmə qüvvəsinin təsiri altında hərəkətdə belə bir maraqlı məsələ var ki,
Bəzən belə bir şərt yazırlar ki, sadəcə, baxın bunu bura qeyd eləyək, gəlin ərinməyək. Sadəcə sürtünmə qüvvəsi Fs təsir edərsə. İndi baxın, biraz elə bir çiçin getdi elə. Fs təsir edərsə. İndi sadəcə sürtünmə təsir etmək o deməkdir ki, dartı qüvvəsi yoxdur. Tamam, sən özünü niyə yorursan ki? Dartı qüvvəsi yoxdur da, onda olan qüvvəni emaya bərabər elə. Ema bərabər oldu, F sürtünmə. İndi, baxın bu cismə. Bu cismə aşağıya doğru bir mg təsir göstərir. Bəli. Yuxarıya doğru bir n reaksiya təsir göstərir. Bəli. Onda mən bu şəklə görə yaza bilərəmmi? M bərabərdir mg. 100% yaza bilərsən. Onda gətir bunu yerinə yaz. Onda M vurulsun A bərabərdir. Sürtünmənin düsturu μ n. N də mg-yə bərabər oldu. Onda n mg-yə bərabərdirsə, gətirib yerinə N-in yerinə mg yazsaq, nə əldə eləmiş olduq? μ-mg əldə eləmiş olduq. Düzdür? Bura qədər problem varmı? Hər şey qaydasındadır mı, gənclər? Səs və görüntü normaldırmı? Bəli, müəllim. Bəli, müəllim. İndi gətirək bunu yerinə yazaq. Bizə dəqiqə, bu səliqəli yazmağa çalışaq. Gətirdik, yerinə yazdıq oldu μ-mg. M-ləri buradan ixtisar etdiyin zaman A bərabərdir. M vurulsun, J düsturunu alırsan. Baxın, bu bütün hallarda doğru deyil. Sadəcə sürtünmə qüvvəsi təsir edərsə, EMA F sürtünməyə bərabərdir. Gəlin bunları rəngləyək ki, daha gözə çarpan olsun və biz bilək ki, nə etmişik. En azından baxan zaman qeydlərə çox da gözümüz orada-burada axtarmasın. Görək ki, əsas hissələr buralar. Hamısı əsasdır da zaten. Amma yenə də daha rahatçılıq naminə. İndi fikir verdinizsə, dinamika tənliklərini yazdığın zaman elə fizikanın birinci hissənin nə qədər hissəsi sanki bir anda gözəlləşir. Yəni sən hərəkətin səbəbini araşdırıb tapırsan, bu sənin özünə xoş gəlməlidir. İndi gəlmirsə də başqa indi nə edə bilərik? İndi fikir verdinizsə, biz istənilən halda dinamika tənliyin yaza bilirik. Məsələn, gəlin, burada belə bir özümüz üçün nümunə, burada yerimiz var, gəlin buradan istifadə eləyək. Burada özümüz üçün bir nümunə çəkməyə çalışaq. Baxın, belə mən buranı bölüm ki, tam da ayrılsın. Məsələn, necə bir nümunə verə bilərik? Məsələn, burada bir gəlin götürək bir lövhə. Belə bir lövhə olsun. Baxın, belə bir lövhə götürək. Buraya bir cisim, yəni dəmir lövhə olsun, buraya yapışsın bir maqnit. Belə deyək. Maqnitin bir tərəfi əyri getməsin də, düz getsin. Neynəsək də əyri gedir. Deməli, M kütləli bir maqnitdir. Deyir ki, bunu F qüvvəsi ilə yuxarıya doğru qaldırıram. Əla. Və biz iddia eləyək ki, bu lövhə yuxarı doğru qalxırsa, təcil də yuxarı doğrudur. Deyir, bunun üçün tənlikləri yaz, göstər, yaxşı. İndi bu lövhə yuxarı doğru qaldırılırsa, aydın məsələdir ki, bunun hərəkətinin əksinə bir qüvvə təsir göstərməlidir. F sürtünmə. Düzdür? Bəli. Bir də bu cismin mərkəzindən yerin mərkəzinə bir mg ağırlıq qüvvəsi təsir göstərməlidir. Göstərdi. İndi bax, amma bu lövhə yuxarı qalxıb. Bu lövhə yuxarı qalxıbsa, indi fikir ver. Bax, Newton nə deyir? Eyni qüvvələri topla, əksləri çıx. Fikir ver, F qüvvəsi ilə mg və F sürtünmə əksdir. Deməli, mən F qüvvəsindən çıxmalıyam. Nəyi? mg və F sürtünmənin cəmini. Səbəb, axı mg və F sürtünmə eyni istiqamətdədir. Onda çıxılsın mg, bunların cəmi aydın məsələdir, F sürtünmə. Və deyir ki, bunu nəyə bərabər etməlisən? M vurulsun A-ya bərabər etməlisən. Vəssalam. Vəssalam, bitdi, getdi. Gördüyünüz kimi dinamika tənlikləri bu qədər rahatdır. Sadəcə qüvvələrin oxlarını düzgün göstərmək lazımdır. Sən bu oxları düzgün göstərdikdən sonra heç bir problem qala
bilməz. Vəssalam və ilaxır. Hətta, baxın, burada yerimiz var. Gəlin buradan yenə deyirəm, istifadə etməyə çalışaq. Baxın, burada belə bir ən sadə variantını göstərək ki, zaten mürəkkəblər nədir? Sadələr birləşir, mürəkkəb yaradır. Biz indi sadəni anlamasaq ki, durub mürəkkəbdən necə danışa bilərik ki? Burada bir tərpənməz blok götürək. Tərpənməz blok götürək. Çünki Newton qanunlarında hətta onu düstur kimi bizə də verirlər. Düzdürmü? Aha. İndi gəlin nə eləyək? Tərpənməz blokdur, bəli. Buradan bir ip asaq. Burada olsun bir burada olsun bir M1 kütləli cisim. Belə. M1. Buradan da olsun bir dənə bax belə. Biraz fərqləndirməyə çalışaq. Təbii ki, aydın məsələdir. M2 kütləli cisim. Və özümüz üçün bir şərt yazaq da. İndi bu bizim əlimizdədir. Gəlin yazaq ki, özümüz üçün M2 kütləsi M1 kütləsindən böyükdür. Yəni, fizika bilməsən belə, M2-nin M1-dən böyük olduğunu görəndə sən biləcəksən ki, bu sistem, bax, bu istiqamətdə hərəkət eləyir. Çünki M2 M1-dən ağırdır. Yəni, M1 yuxarı qalxır. Yəni, burada təcil eyni olacaq. Çünki A təcili burada yuxarıdır. M2 aşağı düşürsə, sağ tərəfdə A təcili haradır? Aşağıdır. Məncə, bura qaydasında. İndi, gəl göstərək. Qüvvələrə baxaq. Cismin mərkəzindən yerin mərkəzinə hansı qüvvə təsir göstərdi? Sən M1J-ni göstərdin. Nə gözəl. İndi, M2-yə təsir edən digər qüvvə nə oldu? M2J qüvvəsi oldu. Bayaqları xatırlayırsınızsa, mən bax, burada bir T qüvvəsi yazdım. Hətta dedim MJ-dir, amma gəl belə göstərir. Dəyişə bilər bu. T qüvvəsi nədir? Gəlimə qüvvəsidir. Gəlimə qüvvəsi harda yaranar? Aydın məsələdir ki, ipdə yaranar. İpdə. Və gəlimə qüvvəsiniz daxili qüvvə olduğuna görə, baxın, beləcənə cisimdən çıxan istiqamətdə göstəririk. Yəni, yuxarıya doğru. Yuxarı deməkdir, yəni, burada yuxarı doğrudur da. Deməli, indi nə edək? Burada eyni ipdir. Biz də demişik ki, eyni ipdə eyni qüvvələr olur. Baxın, bunu da belə bura yazdıq. Yəni, sol tərəfdən sağa. Bunu deyirsiniz ki, müəllim, hardan bildin eyni ipdir. Qələmi qoydum, belə fırladım. Hop, görün ki, eyni ipdir. İndi, burada Newton qanunları yazmaq lazımdır. Necə? Təbii ki, sən kitabı açdığın zaman görürsən ki, burada yazır ki, T bərabər 2, M1, M2 düsturlar yazır da sənin üçün. İncə görə onu bir özümüz çıxada bilirik. Burada bizə düsturun yekun hal da maraqlı deyilir. Görə tənlik yaza bilirik. Bax, indi. Gəl, bax, bu tərəf üçün yazaq. Bax, bura üçün. Fikir ver. Bu sistem belə gedir. Tam əzəb eləyir. Yəni, təcil yuxarı. Bunu yuxarı doğru qaldıran qüvvə nədir? T. Aşağı doğru salmağa çalışan qüvvə nədir? M1J. Bu sistem yuxarı qalxıbsa, deməli, T gəlinmə qüvvəsi M1J-dən nə olub? Böyük. Vəssalam. Və bu iki qüvvə əksdir. Bəli, əksdir. Newton nə deyirdi rəhmətli? Allah ona qəni rəhmət eləsin. Nə deyirdi? Böyükdən kiçiyi çıx MA-ya bərabər elə. T çıx. Daha doğrusu gözlə. Hər şey qoy ölçü ilə geçsin. T çıx M1J deyir, bunu bərabər elə MA-ya. Söhbət M1-dən gedirsə, M1 vur A'ya bərabərlədim. Əlasan. İndi bax sağ tərəfə. Bu sistem aşağı doğru gəlir. T yuxarı aparmaq istəyir. M2J aşağı da atır. Fikir ver. T yuxarı, M2J aşağı. Aşağı gəlibsə, deməli M2J T'dən böyük olub. Bitdi, getdi. Onda sağ tərəf üçün yazacaqsan ki, M2J çıx T. Çünki bunlar əks istiqamətdədirlər. Bərabərdir M2A-ya. Bax, belə bir gözəl sistem tənlik əldə etdin. Nə ürəyin istəyir tap buradan? Nə ürəyin istəyir tap? Yəni, sən bunu ürəyin istəyir topla tərəf-tərəfə. Tərəf-tərəfə toplayanda fikri ver. T'lər ixtisar getdi. Sağ tərəf nə oldu? M2J M1J mənfi daxil çıx. M1J bərabərdir. Sağ tərəfi toplayanda nə oldu? M1A
üstə gəlinsin M2A. Əla, buradan A-ları çıxarsam mötərizənin xaricinə belə bir düstur ortaya çıxır. M2 çıx M1 böl M1 plus M2 vur J. Vəssalam, A sənə kitabdakı düstur. Bu A-nın düsturunu gətirib burada yerinə yazsan hansısa birində T tapacaqsan. T'nin də yekun düsturu aydın məsələdir ki, 2 M1 M2 bölünsün, M1 üstə gəlinsin M2 vurulsun J. Vəssalam, şüt də dünəndən tamam. Əla. İndi gəlin bu xətti biraz daha uzadaq ki, nəyi harda necə böldüyümüzə diqqət eləməyə çalışaq. Əla. Hələ ki, gedir. Gəlin, buranı da belə ayırmağa çalışaq. İndi dediyimiz kimi, fikir verirsinizsə, bütün hər şey dinamika tənliklərinin üzərindədir. İndi, məsələnin digər mahiyyət etibarı nədir? Məsələn, biz elə gəlin bunun yanına yazaq. Sonra, nədir? Demək, burada suallardır. Əla. İndi, məsələn, biz davam eləyəsi olsaq, məsələ Arximed qüvvəsindən düşmüşkən, çünki onun düsturu əslində Arximedə xüsusi baxmayaq, sadəcə onu gəlin bir sual nümunəsi kimi göstərməyə çalışaq, çünki burada bir yer ayrı ona. Məsələn, baxın, burada bir qab götürək. Burada bir qab götürək. Hətta gəl, qabı biraz bir tərəfə yaxın götürək. Deməli, belə olsun. Çünki çox buna yer ayırmağın mənası yoxdur. Baxın, burada bir maye var. Lap gözəl. Və bu mayenin daxilində bir cisim aşağı doğru müəyyən bir V sürətlə düşür. Tamam. Arximed qüvvəsi maye və ya qazlara batırılmış cismə şaquli yuxarı yönəlmiş formada təsir eləyən bir qüvvədir. Yəni, Arximed qüvvəsi hər zaman şaquli yuxarıdır. Yəni, bu cismi yuxarı qaldırmaq istəyir. Nə gözəl. Arximed qüvvəsi maye və qazlar tərəfindən cismin batan hissəsinə təsir göstərir. Batmayan hissələ nə işi var ki bunun? Heç bir şey yoxdur. İndi gəl bu qüvvəni göstərək. Yuxarıya doğru bir F Arximed var. Bəli. F Arximedi göstərdik. Cismin mərkəzindən belə göstərdiyimiz M-jağlıq qüvvəsi var. Nə gözəl. Əla. Bir də gəl suyun müqavimət qüvvəsi olsun. Bax, müqavimət qüvvəsinin hər dəfə deyilir, ay müəllim, biz onu qarışdırıq eləyirik. Yəni, bunu həqiqətən qarışdırmağa mən belə baxıram ki, yəni, əsas yoxdur. Müqavimət qüvvəsi hərəkətin əksinə yönəlir. İndi bu aşağı doğru düşürsə, bunun əksinə nə var? Bir müqavimət qüvvəsi var. F müqavimət. Əla. İndi bax, bu cisim suda aşağı düşüb də, yenə Newtonun qanunları bizim köməyimizə gəlir. Mg aşağı təsir eləyir, bu iki qüvvə yuxarı təsir eləyir. Bəh-bəh. İndi bax, bu cisim aşağı düşübsə, deməli Mg ağırlıq qüvvəsi bu iki qüvvəyə nə eləyib? Qalib gəlib. Onda Newton nə deyirdi? Böyükdən kiçiyi çıx, MA-ya bərabər elə. Böyük qüvvə burada Mg-dir. Mg çıx. Amma müqavimətlə F Arximedə bax, eyni istiqamətdədirlər. Onda yazırsan F müqavimət üstə gəlinsin F Arximed. Newton deyir bunu nəyə bərabər elə? MA-ya bərabər elə. Vəssalam, bitdi getdi. Vəssalam, bitdi getdi. İndi elə bunun altında gəl belə bir nüans çəkək. Başqa bir varianta baxaq. Məsələn, burada deməli, bir dəqiqə bunun axırın bura kimi çəkək ki. Bilək ki, nə hara kimi gedir. Baxın, burada bir tavan götürək. Burada bir tavan götürək. Hətta biraz bunu qısa götürmək daha məqsəd uyğundur ki, seçilsin. Burada bir tavan götürək. Aha, buradan bir cisim asaq. Biraz bunu uzun çəkməyə çalışacağım. Əslində, aşağıya yazmaq daha yaxşı olar. Çalışaq ki, biraz yəni, çox da qaba görsənməsin. Cismi asaq. Çalışaq ki, bütün qüvvələr burada olmağa olsun. Və burada bir qab götürək. Burada bir qab götürək. Çox böyük də bir qaba ehtiyac yoxdur. Məqsəd bəlli olsun, yetər. Burada bir maye var. Aydın məsələdir. Maye var. İndi görək burada hansı qüvvələrdən söhbət gedə biləcək. Baxın, ip varsa cisimdən çıxan istiqamətdə yuxarı yönəlmiş bir T gəlmə qüvvəsi var. Bəli.
Cisim varsa bir mg ağırlıq qüvvəsi var. 100%. Bunu da göstərdim. Maye varsa yuxarıya doğru yönəlmiş, biraz fərqləndirmək üçün belə göstərirəm. Yəni əslində bu simmetrik getməlidir. Yuxarıya doğru Arximed qüvvəsi var. Əla. Bəs yaxşı, bitdimi? Xeyr. Fikir verin. Fikir verin. Bu cisim qabın dibinə dəyib. Yəni müstəviyə toxunub. Müstəviyə toxunubsa bu cismə müstəvinin göstərdiyi nə var? Reaksiya qüvvəsi var. N reaksiya qüvvəsi var. Gördünüz? Hamısını göstərdik. Əla. 3 qüvvə yuxarı, 1 qüvvə aşağı. Bu şəkilə görə bu cisim tarazlıqdadır da tərpənmir. Tərpənmirsə Newtonun birinci qanunu. Qüvvələr bir-birini neyniyib? Kompensasiya eləyib. Və salam, bitdi, getdi. Bir qüvvə aşağıdır. Yəni mg qüvvəsi aşağı. mg nə ilə tarazlaşıb? Yuxarı olan qüvvələri göstər. Gəl göstərək. N üstəgəl T üstəgəl F Arximed. Vəssalam. Al sənə dinamika tənliyi. mg aşağıdır. Bir qüvvə aşağı, 2 qüvvə yuxarı. Onda bir qüvvə 3 qüvvə ilə nə etməlidir? Tarazlaşmalıdır. Əks halda hansısa biri böyük olsa, cisim o istiqamətdə hərəkət eləməyə başlayacaqdır ki, bizdə bu hal yoxdur. Axı bizdə bu cisim tərpənmir, dayanıb, hər şey qaydasındadır. Gördüyünüz kimi, istənilən bir məsələyə sən dinamika tənlikləri baxımından yanaşaraq sən bu məsələni həll eləyə bilərsən. İndi bu qədər danışırıq, ortaya digər maraqlı məsələ çıxır. Nə? Görülən iş və enerji məsələləri. Bəli, cisimə bir qüvvə təsir edir. O qüvvənin təsiri ilə cisim yerini dəyişdirir. Aha. İndi gənclər, hər şey qaydasındadırmı? Səs, görüntü və bura qədər danışdıqlarımız aydındırmı sizə? Bəli. Bəli. Elə belə danışıram. Ona görə soruşdum indi sizdən. Hər şey qaydasında gedirmi? Bəli. Ah, Bəli. əla. İndi biz mexaniki iş və görülən işdən danışaq olsaq, ümumiyyətlə birinci danışmalıyıq enerji məsələlərindən. Enerjini biz xatırlayırsınızsa belə demişdik ki, cismin iş görmə qabiliyyətidir. Yəni cismin iş görməsi enerjinin hesabına baş verir. Enerjinin də əslində bir çox növü var idi. Potensial, kinetik, daxili, istilik, səs, radiasiya, elektrik, maqnit enerjisi. Hamısının ortaq cəhəti buydu ki, bu enerjilərin vahidi joule idi. Bəli. İndi atom enerjisindən megaelektron volt falan deyirlər. Nəsə joule ilə göstərmək olur nəticə etibarilə. Və biz əsasən burada enerjinin potensial və kinetik olaraq növlərinə baxmışdıq. Əslində bu enerji iş məsələsi ilə bağlı mən ayrıca bir video çəkmişdim. Kanalda da var, sırf görülən işin və enerjinin əlaqəsini göstərmişdim. İndi o video var deyə mən istəmirəm burada bir bax, iş belə gəldi, iş elə getdi. İstəsəniz bu video yüklənə qədər mən onu bir daha sizlə bölüşərəm link olaraq. Siz baxarsınız görülən işin detallı məsələlərinə, ondan sonra bunu bir daha sizlə paylaşaram. Amma yoldaşlar, bunu özünüz yazıb öyrənmədikdən sonra min dənə ilə video paylaşaq. Lütfən diqqət edin bu məsələlərə. İndi, ümumiyyətlə bizə enerjinin hansı nüansları lazımdır? Enerji iş görmə qabiliyyətidir. Təsadüfi deyil ki, işin də vahidi joule-dur, enerjinin də vahidi joule-dur. Bir joule da Newton vur metrdir, zaten işin düsturundan gəlir. Bunu qoyduq qırağa. İndi enerjinin düsturlarını bura yazaraq mən elə də bir çox vaxt itirmək istəmirəm. Nəyə görə? Səbəb bundan ibarətdir ki, əziz dostlar, potensial enerjinin düsturu əl çatandır. MGH, elastik deformasiya olunmuş yayın potensial enerjisi kx kvadrat bölü 2, F elastiklik kvadrat bölü 2k və ya F elastiklik vur x bölü 2. Kinetik enerjiyə keçəndə mv kvadrat bölü 2, p kvadrat bölü 2m, pv bölü 2d. Burada p nədir? P impulsdur, vektorial bir kəmiyyətdir. Bax, bunu niyə bura qeyd edirəm? Əgər təcilin qüvvəsi varsa,
Sürətində impulsu var. Gör nə gözəl cümlədir. P bərabər mv. Vektorial cəmiyyətdir. Sürətlə eyni istiqamətdə yönəlir. Bəli. Baxın, bir müstəvi götürsək burada bir cisim yerləşdirsək, sürət əgər sağadırsa, impuls da sağa doğru olacaqdır. Sürət hara? İmpuls da o tərəfə. İndi bunu eyniləşdirmək üçün sənə bir kömək eləyim. Təcil hara? Qüvvə ora. Yəni təcillə qüvvə eyni istiqamətdə olur. Sürətlə də impuls eyni istiqamətdə olur. Bunu biraz daha aydın versiyasını mən belə yaza bilərəm. Xatırlayırsınızsa, biz dərsin əvvəlində yazdıq ki, V bərabərdir V0 plus AT. Nə gözəl. Sən bunu impulsda gətirib yerinə yaza bilərsən, heç düşünmə. Oldu M vurulsun, V0 üstə gəlinsin, AT. Çox rahatçılıqla bunu yaza bilərsiniz. Narahat olmayın. Və s. və ilə axır. İndi, bir də var burada, söhbət gedir impulsun dəyişməsi, yəni delta P. Vektorial cəmiyyətdir. Bu, son impuls çıxılsın başlanğıc impuls deməkdir. Hətta M-i çıxarsaq mötərizə xaricinə V çıxılsın V0 deməkdir. Bu öz yerində durdu. Delta P impulsun dəyişməsidir. İndi baxın bura. Bir də var qüvvə impulsu. Bəli, qüvvə impulsu. Qüvvə impulsu nədən ibarətdir? Qüvvə F vurulsun onun təsir müddəti delta T. Bax, bu qüvvə impulsu F vurulsun T hasilinə deyilən bir addır. Və bu impulsun dəyişməsinə bərabərdir. Bəli, delta P-yə bərabərdir. İndi gəlin buradan bir özümüz üçün gözəl bir çıxarım edək. Buradan qüvvəni F-i tapmaq istəsən F bərabərdir. Delta P bölünsün delta T. Və hətta bunu biraz daha belə buraya qədər uzatsam, qüvvə impulsun zamana görə birinci tərtib törəməsidir. Bax, gör nə gözəl yerə gəldi. Bundan sonra anlamamaq mümkün deyil. Nə demək istəyir burada bizə? Bu düstur, bu tənlik. Dinamikanın səhv eləmirəmsə əsas tənliyi deyirdilər buna. Yəqin ki, indi elədir, kitablara baxmaq lazımdır. Qüvvə F, delta P. Delta P nədir? İmpulsun dəyişməyi. İmpuls nədir? Kütlə ilə sürətin hasilinə bərabər kəmiyyət. Yəni, sürət dəyişir deyə impuls dəyişir. Əla. İndi bax, tutalım ki, bax elə bunun altına yazacağım. Nə var ki? Baxın, tutalım ki, sürət sabit qalıb. Sürət sabit qalıbsa, deməli, impulsda nə qalıb? Sabit qalıb. Əla. Onda impulsun dəyişməyi nəyə bərabərdir? Sıfıra. İndi sıfırı zamana bölsək, onda qüvvə nəyə bərabər oldu? Sıfıra. Sürət sabit olanda təcildə xatırlayırsınızsa, bayaq yazdıq, sıfır olur. F bərabər MA-nı xatırla, Newton 2-ci qanununu xatırla. Gətirib F bərabər MA-da A-nın yerinə sıfırı yazında qüvvə yenə sıfır olurdu. Nə gözəl. Hardan yazsan, yenə düşdü üst-üstə. Deməli, qüvvənin yarana bilməsi üçün impuls dəyişməlidir. İmpulsun dəyişməyi nə deməkdir? Sürət dəyişməlidir. Gör, nə gözəl bir yerə gəldik. İndi bunun əksini fikirləş. Cisim sabit sürətlə hərəkət edir, bəli. Onun sürəti dəyişir. Niyə? Qüvvə təsir eləyir. Nə gözəl. Dostlar, tam aydın oldu mu burada dediyimiz fikir sizə? Problem yoxdur ki. Hər şey qaydasındadırmı? Qaydasında. Bu zəncirvarı əlaqəni anlaya bildinizmi? Bəli. Ona görə dinamikadır bu. Ona görə dinamikadır bu. Hərəkətin dəyişmə, yaranma səbəbi. Çünki göydən düşmür təəssüf ki. İndi bunu yazdıq. Əla, indi burada çox uzatmayacağım məsələni. Deməli, xatırlayarsınızsa, impulsda bizdən ən çox soruşulan məsələlərdən biri də qeyri-elastik toqquşma idi. Xatırlayarsınızsa. Yəni, qeyri-elastik toqquşma nə idi? Toqquşmadan sonra cisimlər birləşir, birlikdə hərəkət edir. Eyni istiqamətdə olanda hərəkət M1V1 üstə gəlinsin M2V2 bölünsün M1 plus M2 olur. Daha sonra yazsaq, əks istiqamətdə olduğu zaman isə, əks istiqamətdə olan zaman bu hərəkət düz getmir. Əks istiqamətdə olduğu zaman isə modulda M1V1 çıx, M2V2 bölünsün, M1 üstə gəlinsin, M2 olurdu. Qeyri-elastik toqquşmanın
düsturudur və impulsun saxlanma qanunu bilirsiniz ki, biz daha rahat VS-də deyildik ki, əvvəlki sistemin əvvəlki impulsunu sonraki impulsa bərabər elə. Hə, indi qulaq as. Bunu yazdıq, bunu dedik. Nə gözəl. İndi məsələ bu deyil. Sən enerjinin düsturunu yazdığın zaman hərəkət nəticəsində qazanılan enerji kinetik enerjidir. Yəni YK bərabərdir. M V kvadrat böl 2. Daha sonra impulsun düsturunu yazanda P kvadrat böl 2M. Daha sonra P vurulsun V böl 2 yazdım. Tamam. Sürətlə bağlı nə bilirsən gətir yerinə yaz. Müəllim V'nin düsturları var deyə burada. Baxın deyə burada düzülüb V'nin düsturları. Hamısını yaza bilərəm yerinə. Yaza bilərsən, narahat olma. Məsələ başqa şeydir. Sürət sabit olanda bir daha bunu buraya yazacağım. V sabit olanda istər qiymət baxımından, istər istiqamət. Yəni bu belə yazmaq dıxıbısı hərəkət deməkdir. Dedik ki, burada var, çox yazmıram onu. Bax, burada görürsünüz, gəlin rəngləyək. Deməli, V sabit olanda P də sabit oldu. Bunu qoydum qırağa. V sabit olanda kinetik enerji də sabit oldu. İndi məsələnin maraqlı tərəfi nədir? Bax, anlamağınız üçün deyirəm bunları. Yoxsa bu düsturlar hər yerdə var. Bunları mən kəşf eləməmişəm ki. Məsələ başqa şeydir. Qulaq, düsturu sən baxarsan, MV kvadrat bölü 2 bugün öyrənməzsən, sabah öyrənərsən. Məsələ o deyil. Məsələ nədir? Anlamaq. Sürət sabitdir. Sürət hesabına əmələ gələn enerji də kinetik enerjidir. Zaten kinematika sözünün mənası hərəkət deməkdir. Bunu qoydum qırağa. Sürət sabit olanda kinetik enerji sabit olur. Qulaq as. Kinetik enerji sabitdirsə, kinetik enerjinin gəl bir dəyişməyini yazaq. Yəni deltasını yazaq. Delta Y kinetik bərabərdir. YK son çıxılsın YK 0. Yəni başlanğıc. Tamam. İndi kinetik enerji sabit olanda onun dəyişməsi nəyə bərabər olar? Sabit kəmiyyətin dəyişməsi bir-birinə bərabər deyə çıxdıqda 0 etdi. Mükəmməl. Yəni bura qədər məncə bir problem yoxdur. İndi bax. Düz xəttə bərabər sürətli hərəkətdə bunun amma enerji vektorial kəmiyyət deyil. Enerji skalyar kəmiyyətdir. Yəni sürətin istiqaməti ilə maraqlanmır. Sürətin qiyməti ilə maraqlanırıq. Əla, qiymət sabitdir, enerji sabitdir. Bir-birindən çıxdın, 0 etdi. İndi qulaq as. Sən bunu bura yazdın. Özə belədir. İndi görülən işin düsturu var. Kimdən soruşsan deyər. F, S. Gəlin daha dəqiq yazaq. Kosinus alfa. Əla. İndi aydın məsələdir. Biz rahat ala baxaq. Özümüzü niyə yoraq ki? Çünki buna deyirəm, axı alfa video çəkmişik. Bu 0 olanda işin düsturu çevrildi, oldu. Kosinus 0 1-ə getdi deyə oldu eləcə Fs. Qulaq as. Baba burada durdu. Nə gözəl bir yerə gəldik, çıxdı. Burada, bax belə oxlarla göstərək. F-in yerinə MA. Bax bunu evdə belə təkrarlasam bircə saat. Bir də baxasdan ki, fizikanı hamısından çox yazırsan. S-in də yerinə AT kvadrat bölü 2 qoysaq sükunətdəndir. Yaxşı, V0 yoxdur. Və bunu bura davam elətdirsək. Qulaq as. A bərabər oldu. F-in yerinə MA, S-in yerinə AT kvadrat qoyanda, bir-birinə vuranda olur M. A-nı A-ya vurursan A kvadrat, T kvadrat böl 2. Bu işdir. Bu işdir. Qüvvə ilə yer dəyişmə və onlar arasında qalan bucağın kosinusu hasilinə bərabər olan bir kəmiyyət. İndi bunu qoydum qırağa. Müəllim, niyə belə edirsən? Bax indi. Buradan bu düsturu bir oxla göstərək. Bax belə. Görək səliqəli göstərə biləcəyimi? Göstərəməli təbii ki, həmişə kimi. Səliqə hara biz hara? Deməli, aha alındı. Bax. V-nin düsturu var idi. Xatırlayırsınızsa, sükunətdən başlayırsa AT. Bunu gətirib Y kinetikdə yerinə yazanda olur M A kvadrat T kvadrat böl 2. Tez rəngləyək. Gördün. Eyni salındı.
İndi tərifə baxaq. Enerji cismin iş görmə qabiliyyəti idi. Əla. Gördün, eyniləşdi. Və bunun üçün bir teorem belə deyirlər. Adı nədir? Kinetik enerji haqqında teorem deyir ki, sabit əvəzləyici qüvvənin gördüyü iş eyni işarə ilə kinetik enerjinin dəyişməsinə bərabərdir. Bəli. Hətta bunu biraz daha belə yazsaq, A bərabərdir. A bərabərdir. Y kinetik sıx Y kinetik 0. Bax, gördün mü? Kinetik enerji haqqında teorem Aztec bankı həll elə getsin. Nə qədər suallar var ki, bu həll eləyəcəkdir. Yəni, enerjinin dəyişməsi gətirib işə çıxardır. Hətta başlanğıc sürət V0 0 olanda kinetik enerjinin başlanğıc qiyməti nəyə bərabər olur? 0-a. Onda birbaşa yaza bilərsən ki, görülən iş elə kinetik enerjinin özüdür. Zaten, bax bunu belə yazdım bura, qulaq as. Bunu belə bura yazanda fikir verirsən, elə yuxarıda yazdıqlarımız da buydu da. A-nın düsturuna bax, A-nın düsturuna bax. Və buradan bura ox qoyuram, buna bax. Mükəmməl. Allah, yəni, başqa harda var belə gözəl simmetriya? Gör nə gözəl görsənir, gör nə gözəl bir-birindən çıxır. Sən isə deyirsən ki, alınmır. Gənclər, buranı başa düşə bildinizmi? Hər şey qaydasındadırmı? Bəli. Faydası oldu mu bu Bəli. bildiklərinizin? Bir xeyri oldu mu? Bəli. Bəli. Çox sağ olun. İndi bunun potensial enerjisinin olanı var. Sadəcə potensial enerjinin dəyişməsinin əks işarəsinə bərabərdir. Yəni A bərabər mənfi delta Y potensial, o da təbii ki olur Y potensial 1 çıx Y potensial 2. Yeni qaydada gətirib yerinə yazarsan. İndi icazənizlə mən görüm burada bir boş yer. Gəlin bu səhifəni təmizləyək. Yəqin hardasa qalan suallar. İndi madəm işdən danışmışıq, məsələn, burada görsəndə də işlə enerjinin əlaqəsini göstərdik. İndi məsələn, potensial enerjinin düsturunu yazası olsaq, nə çıxır ortaya? Məsələn, bir daha bura qeyd edirəm. A bərabərdir. Kosinüsün alfanı 0 qəbul eləyək. Fs. İndi bir dənə potensial enerjinin düsturuna bax. Bax, mg vur h yazıram. Gözəl insanlar, gözəl dostlar, mg elə ağırlıq qüvvəsi deməkdir də. Şu da, elə bil s də, belə yazsaq, bura. Sanki bura ağırlıqdır, h da bir s-dir. Yeni iş oldu. Yəni, qətiyyən özünü yorma. Qətiyyən yəni buna belə çox qəliz məsələ kimi yanaşma. Elə yanaşsan, batılıb qalacaqsın. Və potensial enerji haqqında teoremdə elə bayaq demişdim. Gələrək bura qeyd eləyək. Niyə qalsın ki? A bərabərdir. Əks işarə ilə potensial enerjinin dəyişməsi. Məsələn, sən bunu MGH-da düsturunu yazası olsan, A bərabərdir. MG-ni çıxarsan mötərizənin xaricinə. Burada qalacaq H1 çıx H2. Yəni, mənfi olmasa 2 çıx 1-dir təbii ki. İndi mənfi var deyə bunu belə yazdıq. Amma məncə, hamınız bilirsiniz ki, potensial enerjinin təbii ki, digər düsturları var. İndi bayaq belə sözlə dedim. Kx kvadrat bölünsün 2 və yaxud F elastiklik kvadrat bölünsün 2K və ya Fx bölü 2. Nəyəsində onu bilərsiniz. İndi budur da qıraqda. Bizim məsələmiz işdən başqa da məsələdir. İndi bilirsiniz ki, kosinüs 90 dərəcədə iş görülmür. Çünki kosinüs 90 sıfırdır. Bunlara yenə deyirəm, çox toxunmaq istəmirəm. Bunun üçün ayrıca bir qısa video var zaten. Oradan baxsanız daha effektiv olar. Çox təkrarlanmasın bəzi məsələlər. Əla. Fikir verirsinizsə, artıq mexanikadan demək olar ki, hər şeydən danışdıq. İş, impuls, enerji, bunlar arasında əlaqə bütün dinamika tənliklərindən danışdıq. Demək olar bütün qüvvələrdən danışdıq. Hətta araya bir Arximed də sala bildik və dinamika tənliklərini anlamaq üçün bu bizə çox kömək eləyəcək deyə mən düşünürəm.
İndi ümumiyyətlə bəzən bizə qrafiklərlə bağlı müəyyən məsələlər gəlir. İnşallah ki, onları unutmamışıq. Gəlin bir onlardan da təkrarlamalar eləyək. Məsələn, deməli, nədən ibarətdir məsələ? Baxın, belə bir qrafik götürülür. Məsələn, olur sürət, zaman qrafiki. Bax, belə. Baxın, bu qrafiki gəlin belə göstərək. İndi ədəd verirlər, verməz. İndi biz burada sual həll eləmirik də, nəzəri olaraq yanaşaq məsələyə. Baxın, belə bir qrafik verilir. Tez xatırlayırsan qrafiklərlə bağlı qaydanı ki, müəllim demişdi. Qrafik T oxundan yuxarıdadırsa x ox istiqaməti, T oxundan aşağıdadırsa x oxunun əksi istiqaməti. Amma bunu da xatırladıcam sizə, narahat olmayın. V üçün VT qrafikindən söhbət getsin və ya ST, yer dəyişmə zaman qrafikindən söhbət getsin. Qrafik T oxuna yaxınlaşırsa ki, baxıram bu qrafikə ki, bu qrafik T oxuna yaxınlaşır. Deməli, bu yavaşlayan hərəkətdir, bərabər yavaşlayan hərəkətdir. Qrafik əgər belə geçsəydi, T oxu burada qalıb baxın. Belə geçsəydi, bu olardı bərabər yeyinləşən hərəkət. Bunu da qoydum qırağa. Bax, belə bir qrafik verir bizə. Yenə deyirəm, ədəd verməyək, yenə deyirəm, bunu sual kimi düşünmə. Belə bir qrafik verir. Məsələn, kütləni verir. İndi kütləsi o cisim olmaz. Dartı qüvvəsini verir, sürtünmə qüvvəsini versin. Bax, belə olsun da, gözlə, bax, müstəvi üzərində bunları göstərək. Çalışın, teorem anlayın. Teoremi biləndən sonra o sualın nömrəsi dəyişir də, ədədi dəyişir. Bütün mahiyyəti eyni qalır. Bax, belə bir dartı qüvvəsi versin. Bir də belə verilir. Deyir, məsələn, bunun hərəkət tənliyini yaz. Sürtünmə əmsalda mü olan bir belə bir cisim veribdir ki, yəni buranı deyir, bax, bu cismin sürtünmə əmsalda bir müdür. Yəni, yerlə sürtünməsi var da. Deyir, bu nə qədər tənliyi yaz. Bax, sən nə edirsən? Bax, belə bir sualda aləm deyər bir-birinə. Niyə? Baxın, qrafikə baxırsan, qrafik T oxuna yaxınlaşıb. Əla. Deməli, bu necə hərəkətdir? Bərabər yavaşlayan hərəkətdir. Super. Cisim sağa doğru dartılırsa, deməli, buna hərəkətin əksinə bir qüvvə təsir eləyir. F sürtünmə. Əla. Əla. İndi bax, bu cisim normalda dartı qüvvəsi istiqamətində, yəni sağa doğru gedir. Super. Amma qrafik verib də bizə bunun hərəkətinin kinematikasını verib ki, bax ay qardaş, bunun hərəkətinin təsviri budur. Bu necə hərəkətdir? Bərabər yavaşlayan. İndi bax, hərəkətə mane olan qüvvə nədir? Bax, bu F sürtünmə. Əla. İndi bərabər yavaşlayan deyirsə, bu qrafikə görə bərabər yavaşlayanlıq varsa, F sürtünmə, F dartıdan nə olub? Böyük. Çünki hərəkət istiqamətində təsir göstərən qüvvə dartıdır. Hərəkətin əksinə təsir göstərən sürtünmədir. Sürtünmə dartıdan böyük olubsa, deməli bu bərabər yavaşlayır. Onda Newton yazıq nə deyirdi? Bunlar əksdirlər. Bəli, böyükdən kiçik çıx. Yəni F sürtünmə çıx F dartı bərabərdir MA. Və salam. Bax, dinamikanın tənliyini tapdıq. Müəllim, burada A-nı verməyib baxı bizə. Axır əvvəl bu burada bir V0 verməlidir. Ədəd verməlidir də. Bir dənə burada bir V verməlidir. Bir də buna uyğun bir T verməlidir də. Niyə özünü yorursan? Təcilin də düsturunu tabayaq yazmışdıq da. V çıx V0 böl T. Bundan da A-nı tap. Gətir. Burada yerinə yaz. Bax, burada yerinə yaz. Həyat sənin üçün gözəlləşsin. Necə rahat. Və s. və ilə axır. Yəni, sən bunu çox uzada bilərsən. Və ya, baxın, belə verir. Deməli, baxın, ST qrafik olsun. Yer dəyişmə zaman qrafik olsun. ST qrafik olsun. Bax, belə olsun. Bax, belə. Füsuda, baxırsan nə? Bu qrafik T oxundan uzaqlaşır. T oxu buradır. Uzaqlaşırsa, deməli, bu bərabər yeyinləşəndir. Bax, indi, eyni şəkil olsun da. Gözdə heç özümüzü çox yormayaq da. Bax, bu olsun, eyni şəkil. Aha. Görək, bunu bura yapışdıra biləcəyim. Aha, dəsən alın. Texnologiya başqa şey. Aha, baxın, bunu gətirək, qoyaq bura. Bax, bu da olsun belə burada. İndi fikir ver. Eyni şəkildə də. Amma bu dəfə
ST qrafikini verib. Görürsən bu qrafik T oxundan uzaqlaşır. Əla. T oxundan uzaqlaşırsa deməli bərabər yeyinləşəndir. Bərabər yeyinləşəndirsə, deməli sürət istiqamətində olan qüvvə, yəni F dartı F sürtünmədən böyükdür. Onda Newton'u dedin eləyəcəksən də. Başqa zaten nə gəlir ki əlimizdən? Başqa bir qanun yoxdur. Olsa vallahi niyə deməyək ki? F dartı çıx F sürtünməni çıxacaqsan böyükdən kiçiyi MA-ya bərabər eləyəcəksən. Gördün? Yəni yenə hərəkətin təsvirinə gəldirəndə məsələ. Hətta indi bax burada dediyimiz bu enerji haqqında teoremdən də yola çıxaraq bəzən enerjini işlə hesablaya bilirsən. Çünki bax bura A bərabər YK deyil, A bərabər YK. A-nın düsturu Fs deyil. Bəzən Y2-ni Fs ilə tapa bilir uşaq. Normaldır. Çünki bir-birinə bərabərdir. Vahidləri eynidir. Yadda saxla, bunun vahidi eynidirsə, deməli düstur da axır əvvəl eyniləşməlidir də. Və salam, şüddət tamam. Əla. İndi mexanika ilə bağlı danışdıq. İndi biz burada mən biraz daha da əvvələ qayıtmaq istəyirəm. Qüvvələrdən danışmışkən biz ağırlıq qüvvəsindən danışdıq. Tamam. Ağırlıq qüvvəsində ümumdünya cazibə qanunu F bərabər J M1 M2 böl R kvadrat ki burada yazdıq zaten. Ağırlıq qüvvəsi də yazdıq da. Amma dostlarımızın və baxdığımız zaman görürük ki burada qarışdırılmağa daha çox meyil edilən bölmə baxın elə burada ortaya çıxır. Baxın. Biz ümumdünya cazibə qanununu yazdıq. F bərabərdir J vurulsun M1 M2 bölünsün R kvadratı. Əla. Və biz burada dedik ki, bir kiçik J deyilən bir kəmiyyət var. Gravitasiya sayəsinin intensivliyidir. F bölünsün M ilə tapılır. Nə gözəl. Zaten ağırlıq qüvvəsini də biz tapanda fikir verirsənsə, bunu zaten mj yazmışdıq. Əla. İndi bax, gör nə gözəl bir ardıcıllıq izləyir bizi. İndi bax, söhbət yer kürəsi, yəni bir planetlə cismin gravitasiya qüvvəsindən gedir. Bax, indi bunun fərq nədir? Burada M1, M2 cisimdir. İki dənə cisimdir. Bir də var, iki dənə cisim yox. Planetlə cisim. Onda F, yerin səthi deyək, yəni yer kürəsi və bir cismin qüvvəsinə baxası olsaq, M yer, yəni sanki M1-in yerində M yer durub da, əla. M yer vur, M bölünsün R yer kvadrat olur, yəni yerin radiusu olur. Amma yerdən bir H hündürlükdən qaldırılan cisimdən söhbət gedirsə, aydın məsələdir J vurulsun, M, yer, vur kiçik M, bölünsün nə olacaq? R yer üstə gəlinsin H-ın kvadratı. Vəssalam. İndi bu durdu burada. İndi sən bunu belə yazırsan, tamam, və burada bir problem yoxdur. Amma var axı, təcrübə göstərir ki, var. Nədir burada problem? Deyirsən ki, bu F0-ı nə olar? Bu FH-a böl. Hə. Bunu buna bölmək, bunu bunun tərsinə vurmaq deməkdir. M-lər hamısı ixtisar gedir. R, yer. Üstə gəl H kvadrat yuxarı çıxdı. Bölünsün nə? R yer kvadrat. Bunu yazdın. Hə, bunu yazandan sonra əlavə bir sual verirsən, ilişib qalır. Niyə? Çünki sən sadəcə bunu böldün. Anlamadın ki, burada nədən gedir söhbət? Gəl anlayaq. Fikir ver. Məxrəc R yer kvadratı idi. Üstünə bir H gəldi. Məxrəc artanda bu kəsirin qiyməti nə edir? Azalır. Deməli, sən cismi yerdən müəyyən bir hündürlüyə qaldıranda cisimlə, bax bu yer kürəsi deyilmi? Bu da bir cisim var. Sən bunu buradan uzaqlaşdırdıqca bu məsafə nə edir? Artır. Məsafə artırsa bu cazibə qüvvəsi nə edir? Azalır. Bu çox məntiqlidir. Bundan məntiqli bir şey mən nə bilmirəm. Varsa deyərsiniz axırda görüşək. İndi eyni şeyi gətirirsən burada eləyirsən. Bax, J var axı. Qoy buranı rəngləyək. Bax, bura seçilsin. Bax, burada J var axı. İndi gətirirsən eyni şeyi J üçün yazırsan. J 0. Yer səthidir. F M-ə bölürsən də. Baxıram, burada F budur. Bunu M-ə bölsəm kiçik M ixtisar gedir. J M bölünsün. Olur nə? R yer kvadratı. Tamam. İndi söhbət gedir JH-dan. Bəli. İndi JH-ı tapmaq üçün FH-ı M-ə bölməlisən də. Bunu niyə böyüdürsən gözündə? Mən hələ də anlamış deyiləm. J vurulsun M-yi. Balaca M ixtisar gedir. Çünki balaca M-ə bölürsən. Y burası elə bil o deyil. Belə yazaq. R, yer, üstə gəl, H, kvadrat. Əla. Bura kimi gəldin, çıxdın. Davam belə.
Onda bir dənə də zəhmət çək nə olar? J0-ı JH-a böl. Yenə J0 buradadır, JH buradadır. Baxıram, böyüdürəm. Böləndə JM ixtisar getdi və bölmək tərsinə vurmaqdır axı. Onda nə baş verir? Yer üstəgəl H kvadrat böl yer kvadrat. Biz bunu da rəngləyirsən, rəngləyək. Baxırıq ki, burada bir məsələ var. Burada bir məsələ var. Tez bunu da rəngləyək. Eynisidir. Deməli, bunlar eyni qaydada azalırlar. O suallar var ya, test bankda deyir, cismi yerdən H hündürlüyünə qaldırdığım zaman, heç nə, H bərabərdir, tutarım ki, 4-dir. Nə baş verir ki? Heç nə, sən düsturu yaz, sənə lazım deyil əlavə bir düşüncə. J0 böl JH. Əla. Bu JB 9 oxşadır. Bu səliqəli yazaq. Tabura kimi gəlmişik, saat 3 işləyir. J0 bölünsün JH bərabərdir. Məxrəcdə, indi yerdən söhbət gedir də, kvadrat. Yuxarıda H-ın yerinə 4 yaz. Olur, ilə 4 toplanır, olur 5 kvadrat eləyir 25 kvadratı. Yuxarıda yerinə yazdım. Bunlar ixtisar gedir. Qalır J0 böl JH bərabər 25. Buradan da bir çılğınlıq eləyirsən, JH tapırsan, oldu J0 böl 25. Deməli, 25 dəfə azaldı da. Hatta bu arta bilməz axı. İndi, bu da hər dəfə belə çox vaxtın getməsin deyə, demişdik ki, üstünə bir gəl, yüksət kvadrata. Ürəyincə deyil o. Deyirsən, mən onu qarışdıracağım, əcəb eləyirsən, problem deyil. Bu dediyimiz qanun, nə bilim, bir nəsə əlavə bir yeni bir suzad deyil. Sadəcə hər dəfə düsturu yazmayasan deyə deyirdim. Yazmaq istəyirsən, lap gözəl. Yaz görəcəksən ki, azalır. Sadəcə bil ki, məsafə artanda bu arta bilməz də. Məsafə artanda bu azalmalıdır. Əla. İndi bunu niyə belə deyirik? Bunu burada gördün. Lap gözəl. Burada testlər verildi sənə. Artdı, yazdın, getdi. Əgər deyil, məsələn, gəlin başqa bir nümunəyə bir göz gəzdirək. İndi mən dəqiq başa düşməyiniz üçün deyirəm. Nəyi vurğulayacağam? Nəyə diqqət çəkmək istəyirəm? Gəlin, bunu da rəhləyək ki, yola buradan çıxdığımız bilinsin. Hər şey bunlardan başlamışdır. İndi nəyi mən demək istəyirəm sizə? Məsələn, deyir ki, baxın, bu J-nin bir dənə nisbətin yaz, kütlə və radiusuna. Mənə tam anlayacaqsan. Yəni, tutaq ki, J1 bir demək də çıxmır. Bir planet olsun, J planet bölünsün J yer. Bərabərdir. Bu J M-lə necə asılıdır? Baxan kimi görsəndi ki, düz asılıdır. Onda yazırsan M planet bölünsün M yer. Vur. R-lə necə asılıdır? Tərs, kvadratik. Onda R yer bölünsün R planet. Amma təbii ki, bura bir kvadrat yazmağı da unutma. Çünki bu elmi bir səhv var. Bax, bunu belə yazdın. Bax, bunu burada diqqətə almırsan, çıxır gedir. İndi qulaq as. Bunu diqqətə almadın. Lap gözəl. Gəlirsən mahiyyələrin xassələrinə. Orada bir H düsturu çıxır. Sən də öyrənirsən ki, 2 sigma bölünsün. Rho J R-dir. Bunu öyrəndin. Hətta diametri yerinə qoyanda oldu. 4 sigma bölünsün Rho J D. Əla. Bu da öz yerində. İndi bunu deyirsən ki, nə dəxildir? Mən bunu burada öyrənmişdim, çıxıb getmişdim. Mən başqa bir bölmədəyəm. Birinci sənin axır bölməsindəyəm. Nə var? Tamam, bax, bunu da beləcənə burada sənin üçün yazdım. Lap gözəl. Tez sənə sual verir test bank. Test bank açırsan, orada bir sual gəlir qabağına. Deyir ki, kütləsi yerin kütləsinə bərabərdir. Radiusu yerin radiusundan 2 dəfə böyükdür. Sən də sualı oxuya şoka düşürsən ki, kapillyar borda qalxan maye haray? Planet yer kürəsinin radiusu hara? Zaten bu sualı bunu gördün, onsuz da eləmirsən ki, mən bunu necə edəcəm? Qulaq as. Deyir ki, bunu belə bildin. Deyir ki,
yerdə qalxdığı hündürlük 5 millimetrdir. Bəs planetdə, həmin o planetdə qalxma hündürlüyü nədir? Deyirsən, nə əşya düşdü? Lazım idi mi bizə? Bu nədir belə? Tez baxırsan bura. Bax, bunu unutmursan axı. Unutmasaydın, gözəl olardı. Sən axı görürsən ki, burada J var. J varsa, deməli bu düstur var da, bundan niyə qaçasan axı? Axı bu da çətin bir düstur deyil. Zaten bunun üzərində qalınlıq, buna aid çoxlu suallar yazılır, sınaqlarda var. Elə bir yer yoxdur ki, bu səndən soruşulmasın. Hətta bunu necə eləyirsən? Baxırsan ki, J M-lə düz asılıdır, R-lə tərs asılıdır. İndi baxırsan, bu da M-lər bərabərdir. Amma o planetin radiusu yerdən 2 dəfə böyükdür. Deməli, o planetdə J yerdən 4 dəfə kiçik olacaqdır. Hətta gəl belə eləyək. Bunu belə deyirik. Amma gəl elə yazaq göstərək. Hətta bura kimi gətirmişik. Bunu burada qısaya qaçmayaq. Gəl yazaq o düsturu. J planet bölünsün J yer bərabərdir. Bax, görürsənmi? Bax, bir də göstərirəm. Bax, zoom elədik. Planetin kütləsi ilə düz, radiusla tərs, kvadratik. Əla. Gənclər, səsim gəlirmi? Görüntü falan hər şey qaydasındadır. Belə danışıram ya bayaqdan. Bəli, müəllim. Gəlir. M-lə düz asılır. M planet, əla. M planet böl M yer. M planet M yerə bərabərdir. Böləndə nə eləyəcək? 1. Vur. R planet, indi mən burada J yazmışam. J ilə də R tərsdir də. Vurulsun, R yer bölünsün, R planetdir. Bax, görürsən, tərs asılıdır. İndi burada da R planet nəyə bərabərdir? 2 R yerə. Olacaq. R yer olduğu kimi qalır. Böl, R planetin kvadratı. R planet də 2 R yerə bərabərdir. Əla. Bax, belə. Siçin getdi. Gəlin bunu dəyişdirək. Kvadrat. Davam edirsən. Olur. J planet bölünsün J yer bərabərdir. Fikir ver. Burada R-lər ixtisar gedir. 1 bölünsün 2. Düzdürmü? Nə elədi kvadrat? 1 bölünsün 4. Əla. İndi buradan düz yazdıq mı əziz dostlar? Bir dənə səhvimiz getməsin. Amanın bir günüdür. Deməli, düz yazdığımıza əminlikmi? J planet böl yer, R yer bölünsün. İndi bax, buradan bunu tərəf-tərəfə vurduğumuz zaman J yer nəyə bərabər oldu? Hətta J yeri nə edirsən? Bizə J planet lazımdır. J planet bərabər oldu. J yer bölünsün 4-ə. Fikir ver. Deməli, yerin radiusundan 2 səbəb böyük olan bir planetdə J 4 dəfə azaldı. İndi tez gəlirsən bu düstura. H-la J necə aslıymış? Tərs. Onu da bura yazırsan ki, H mütənasibdir. 1 bölünsün J ilə, tərsi ilə. J 4 dəfə azalıbsa, deməli H planet nə edib? 4 dəfə artıb H yer olub. H planet bərabərdir. Yerdə 5 millimetrdirsə, bunu vurdum 5 millimetrə. Onda planetdə bunun qalxacağı hündürlük neçə oldu? 20 millimetr. Görürsənmi? Bax, oradakı bir düstur gəldi burada sənin qarşına çıxdı. Orada edilən bir diqqətsizlik, orada buraxılan bir boşluq burada sənə problem yarada bilir. Vəssalam. İndi bunu mənim deməkdən məqsədim odur ki, bu bölmə təzə keçilir. Yəni, belə suallar işləmişdik. Hamı üçün də bir təkrar niyyətində olsun ki, yəni görürsən, o buradan bura gəlib sənə təsir eləyə bilir. Aydın məsələdir ki, söhbət elə kapillyarlıqdan bundan düşmüşkən biz bunlardan danışmışdıq uzun-uzun. Kapillyar burada biz bilirdik ki, F var idi. Sigma vurulsun. Biraz belə arıq sigma oxşadı bu. Sigma vurulsun L-dir. Biz sigma vurulsun söhbət dairəvi enkəsinə malik kapillyar buradan gedirsə sigma vur 2 pi-r və ya sigma vurulsun pi-d yaza bilərdik. Həmçinin elə bu da nəyə bərabər olurdu? Kapillyar burada qalxan mayenin çəkisinə bərabər olurdu. Görürsən, sözün birini qoyub digərinə keçməyə bacarırıq. Kapillyar burada qalxan mayenin kütləsi nə idi? Çəki bölünsün J, yəni sigma 2 pi-r bölünsün J yaxud
sigma vurulsun 4 pi d bölünsün j. Əla. Kapillyar burada qalxan mayenin həcmini biz xatırlayırsınızsa yazmışdıq. Həcm nədir? Kütlə bölünsün sıxlıq. Yəni yuxarıdakı ifadələri ərinmə nə olar? Rho-ya böl. Onda rho gəlir hara? Məxrəcə xatırlayırsınızsa biz bunu dərsdə uzun eləmişdik hamısını. Həmsinin yenə də bax sənin üçün bir təkrar niyyətinə belə yazdıq. Bir də xatırlayarsınız mayenin əyri səthində yaranan təzyiq vardı. Söhbət dairəvidən getmişdi. 2 sigma bölünsün r. Xatırlayasınız bunları. Əgər kvadrat şəkilli bir formalı bir qaba doldurulsaydı maye, əyri səthin təzyiqi 4 sigma bölünsün a olmuşdu. A burada kvadrat tərəfi idi. Elə təzyiq demişkən, qulaq as. Təzyiq demişkən. Bunu buradan bir belə ayrı görək. Təzyiq demişkən biz təzyiqin düsturunu bilirik də yəqin ki aerohidrostatikanı. P bərabərdir F böl S-ə. Və aerohidrostatika, yəni hidrostatik təzyiq, mayenin qabın dibinə və ya divarına göstərdiyi təzyiq nə olmuşdur? Rho-GH. Ağzı açıq su hövzələri ümumiyyətlə atmosfer təzyiqi vardı da havanın göstərdiyi təzyiq. Onda ortaya bir tam təzyiq çıxırdı. O da atmosferlə hidrostatik təzyiqin nəyi olurdu? Cəmi olurdu. P0 plus Rho-GH. Buradan da F tapdığım zaman F olurdu nə? Təzyiq qüvvəsi. Hətta biz bunu hidrostatik təzyiqə gətirib yerinə yazanda P-nin yerinə Rho-GH vurulsun S yazırdıq. Elə bir qəbul imtahanı, elə bir sınaq imtahanı yoxdur ki, P bərabər Rho-GH səndən soruşulmasın. Bax, məndən demək, səndən də eşitmək olsun. Görəcəksən, soruşulur, düşür. Başqa nə soruşsunlar, neynəsinlər? Məşhur düsturlar var, əziz dostlar, bunları bilməliyik. İndi, təzyiqi belə yazdıq da, adamın ağlına birdən nə gəlir? Oturduğun yerdə nə gəlir? Molekulyar kinetik nəzəriyyə. Bax, birdən bura bu gəlir adamın ağlına. Molekulyar kinetik nəzəriyyədə də elə bil təzyiqlə bağlı düsturlar var idi. P bərabər 3də 1 M0 N vurulsun V üstü xət kvadrat. M0 N zaten bizə Rho-nu verirdi. Oldu 3də 1 Rho V üstü xət kvadrat. Burada V üstü xət orta kvadratik sürət deməkdir. Həmçinin mən xatırlayıram, təzyiqin belə bir düsturu var idi. P bərabər NKT. Həmçinin mən xatırlayıram, P bərabərdir Rho RT bölünsün böyük M. T burada temperaturuydu. Hətta mən MKN deyən kimi, dostlar səsim gəlirmi bu arada? Görüntü falan qaydasında? Bəli, bəli. Hə, yəni texnik olaraq bir narahatlıq yoxdur ki, hələ ki. Yaxşı. Aha, indi bax, mən MKN deyəndə ağlıma nə gəldi? Zaten bunu deməmək MKN-dən danışmaq olmur. Mənim ağlıma gəldi. Mendeleyev-Klaperon tənliyi bunu hamı bilər. PV bərabərdir nÜRT-yə. Hətta mən buradan təzyiqi tapsam icazənizlə, təzyiqin yenə bir düsturu ortaya çıxır. nÜRT. Hətta qoy bunu başqa rəhlə yazaq. P bərabər olacaq. nÜRT bölünsün V-yə. Hə, bu da təzyiqdir. Ay maşallah, görürün, nə qədər təzyiqin düsturlarını tapmış olduq. Halaldır bizə. Elə bunu davam elətdirib buradan V tapası olsaydın, nÜRT bölünsün P olacaqdı. Bunu davam elətdirib buradan temperaturu tapası olsam, temperatur bərabər olacaqdı PV bölünsün nÜR. Hə. Çox maraqlı bir məsələdir. Gördünmü, təzyiqdən qəfil MKN-ə keçdik. Zaten məğz təzyiq idisə, biz bunları deməliyik. Çünki düsturlar bir yerdə olanda daha belə cəlb edici və yadda qalan olur, əzizlərim. İndi məsələnin digər tərəfi nə idi? Bizim elə əvvəldə danışdığımız digər bölmələrdən biri də, bölmələrdən biri də bu bəhs cisimlərinin xassələridir. Onların düsturlarını təzə keçmişik, məncə yadda qalar. Həm də elə hesab edirəm ki, onları da biz belə bir-birindən çıxararaq göstərmişdik sizlərə. Aha, indi mən nəyi demək istəyirəm? Biz
MKM bölməsində maraqlı digər bir düsturlardan danışmışdıq. Onun biri də kinetik enerjinin düsturuydu. Xatırlayanlar var. 2-də 3 KT düsturu enerjinin temperaturundan düz asıllığını göstərirdi. Bir də orta kvadratik sürət düsturları bizim çox diqqətimizi çəkirdi və hər zaman bizə kömək eləyirdi. Xatırlayırsınızsa 3 RT bölünsün böyük M düsturu var. Hər zaman yadda qalan və sevilən düsturlardandır. V bərabərdir. Kök altında 3P bölünsün rho. Hətta mən bunun belə qabağından bir ox qoyub yaza bilərəm ki, V'nin də yerinə, rho'nun da yerinə M bölü V yazası olsan, 3PV bölünsün kiçik M-i də əldə edə bilərdim və s. və ilə axır. Uzada bilərsən, məncə ehtiyac yoxdur. Bizim daha sonra MKN-dən danışmalı olduğumuz məsələlər izotermik proseslərdir. Ancaq mən düşünürəm ki, burada yekunlaşaq. Çünki saat 3-ə işləyir və hesab edirəm ki, faydamız dəyə biləcəkdir. Hələ ki, mən bu mövzunu burada yekunlaşdırıram. Deməli, MKN-in ardı termodinamika və digər məsələlərdən o biri dərsləri danışarıq. Hələ ki, biz burada qaydımızı dayandırıb dərsi burada yekunlaşdıracağıq.